Axşamınız xeyir olsun. Başlayırıq. Bugün sizə yeniyetməliyi anlatacağım. Hədəfim valideynlər dərsində bugün. Əsasən də yeniyetmə övladları olan valideynlər. Hansı ki, yeniyetməlik nədir? Bu dövrdə nə baş verir? Biz valideyn olaraq nələr etməliyik? Nələri etsək daha yaxşı olar, daha doğru anlamış olaraq övladımızı və ya nə etsək xəta etmiş olarıq kimi bu yönlərdə danışacağıq bugün sizlə. Yeniyetməlik dövrü nədir desəm ümumiyyətlə birinci olaraq, bu dövrdə bədən və beyin sürətli bir şəkildə inkişaf edir. Yəni önümüzdəki Baba telefondan çık da. Sen kitap bilmirəm ə, mən. səs açıq olanlar zəhmət olmasa bağlayar. Önümüzdəki insanın bədəni sürətlə inkişaf edir, amma beyni sürətlə inkişaf etsə də beynindəki hər bir yer eyni anda inkişaf etmir. Və ona görə çox fərqli situasiyalarla qarşılaşmış oluruq. Necə? Birazdan daha geniş anlatacağam, amma beynimizdə fərqli yerlər var. Məsələn, frontal korteks, alın payı, limbik sistem var. Frontal korteks daha gec inkişaf edir. Son tədqiqatlara görə 25 yaşa qədər hələ inkişaf etməyə davam edir. 25 yaşdan sonra tamamilə inkişafı bitmiş olur. Amma yeniyetmə nə deməkdir bizim üçün? Əvvəllər 9-12 yaş qızlar yeniyetmə sayılırdı. 12-15 yaş oğlanlar yeniyetmə sayılırdı. Təbii ki, indi artıq 2025-ci ildə bu biraz geriyə getdi. Daha doğrusu erkən dövrə getdi. Daha tez övladlarımız yeniyetməlik dövrünə girirlər. Nəzərə alsaq ki, biraz bəlkə pis misal olar, amma pişiklər belə, fərqli heyvanlar belə hal-hazırda kombili evdə yaşadığı üçün daha tez ərgənliyə girirlər və daha tez övlad sahibi ola bilirlər. Bizim övladlarımız da eyni şəkildə sosial medianın təsiri ilə olsun, yediyimiz qidalardakı hormonlar, məsələn, broiler toyuqların tərkibindəki estrogendən tutmuş bir çox şeyə qədər təsiri olduğu üçün daha tez yeniyetməlik dövrünə girir övladlarımız. Bizim yaş dövrünə nisbətən. Biz danışacağıq bugün Z nəslini. Hansı ki onlarda bayaq dedik ki, frontal korteks hələ 25-də inkişafını tamamlayacaq, amma limbik sistem artıq inkişafa başladı və sürətli bir şəkildə inkişafa başladı deyə düşünün. Bu nə deməkdir? Yəni işıqlar yanır sanki yeniyetməyə nəyə bənzədək? Məsələn, Ferrariyə bənzətə bilərsiniz. Çox qəşəng motoru var, çox gözəl sürəti var, amma tormuz sistemi hələ inkişaf etməyib tam olaraq. Yəni çox yaxşı qaza basar, amma dayanmaq lazım olduğu yerdə dayanamaya bilər. Hətta buna görə Amerika kimi bir çox ölkələrdə maşınları sığortalayarkən yaşı az olan insanlar üçün sığorta qiyməti daha yüksəkdir, nəinki yaşlı nəsil, yəni 40 və 40 yaş üzəri olan insanlar üçün sığortalamaq maşını daha uyğun qiymətə başa gəlir. Çünki sığorta şirkəti də bilir ki, yeniyetmənin avariya etmə ehtimalı, divara çarpma ehtimalı daha yüksəkdir. Hətta intiharları araşdırarkən belə qəribə bir fakt var ki, yeniyetmə intiharlarında məqsədsiz intiharlar daha çox olur, plansız intiharlar. Necə? Məsələn, 40-50 yaşlarındakı insanlar intihar edəcəksə, bəlkə ağır bir depressiya və ya bipolyar pozuntunun nəticəsində və yaxud da ağır bir çarəsizliyin nəticəsində günlər, həftələr, aylarla düşünərək qərar verir və düşünür ki, mən bu işin içindən çıxa bilmirəm, ən yaxşısı intihar edim, canımı qurtarım. Amma yeniyetmələrdə bu belə deyil. Yeniyetmə valideynlə savaşa bilər və bir anlıq indi qoy mən özümü öldürüm də qoy valideynimi cəzalandırmış olum deyib pəncərəni açar və özünü aşağıya atar. Plansız, ani, bayaq dedim ya Ferrariyə bənzətin, çarpdı divara yəni. Tormuza basa bilmədi. Duyğusunu kontrol edə bilmədisə, o anda yüksək dərəcədə bir içində hirs var idi, öfkə, nifrət var idisə, tosladı divara. Nə deməkdir bizim üçün yeniyetməlik dövrü? Bədən sürətli inkişaf eləyir, əli qolu uzanır, səsi dəyişir və s. Amma hələ frontal korteks tam olaraq inkişaf etmədiyi üçün frontal korteks nə iş görəcəkdi? Qərar vermə, tormuza basma, mənalandırma, bunu etməm doğrudurmu, nə qədər doğrudur, bir ağıl süzgəcindən keçirtmə, stop deyə bilmə, amma bunlar hələ ki tam inkişaf etməyib. Etmədiyi üçün də, amma limbik sistemdə çox yüksək bir sürətlə işlədiyi üçün bilirsiniz nəyə oxşadı? Əlimizdə sanki böyük bir gəmi var, icebergə doğru gedir. Bu gəminin motoru çox güclü işləyir. E, Böyük bir motordur, amma dayandırmaq çox çətindir. Zorlanırıq o zaman dayandırmağa. Valideyn burada yardımcı pilot rolunda oynayır. Ya da bunu bir təyyarəyə bənzətsək, yeniyetmə pilotdur deyə düşünsək,
Çox gözəl bir təyyarədir. Çox sürətlə uçurulacaq yeniyetmə bunu, amma hər an harayasa toslaya biləcək, çünki tormoz sistemi hələ inkişaf etməyib. Valideynin vəzifəsi burada yardımcı pilotluq etməkdir. Yəni yeniyetməni dayandırmaq deyil, amma doğru yerlərə kanalizə edə bilmək, lazım gələndə onu anlamaq. Bax bilirsənmi, buradan sağa dönsək bu baş verə bilər kimi, lazım gəldiyi yerlərdə uyğun üslubla yönləndirə bilmək kimi. Məsələn, burada yazmışıq suallarda. Sən özünü necə hiss edirsən bu gün? Nə baş verir? Nə etmək istəyirsən? Nəyə ehtiyacın var? Kimi. Bu suallarla biz yeniyetməyə özünü anlamasına, özünü dərk etməsinə sanki dəstək olmuş oluruq, yardımcı olmuş oluruq. Bu dövr fərdin özünü tanıdığı bir dövrdür. Yəni yeniyetmə bu dövrdə özünə suallar verir ki, mən kiməm? Nə olmaq istəyirəm? Yəni mən hansı müğənniyə bənzəyirəm, hansı sənətkara bənzəyirəm? Geyim stilim necə olsun, mən hansı musiqilər xoşlayıram kimi, yəni öz maraqlarını kəşf edir yeniyetmə bu dövrdə, öz şəxsiyyətini kəşf edir. Nəyə inandığını, nəyi sevdiyini, hələ tam oturmayıb, təbii ki, bu dəyişə bilər. Yəni bir yeniyetmə meyxana xoşladısa o dövrdə, o demək deyil ki, bir ömür meyxana xoşlayacaq. Bir neçə il sonra pop musiqisi xoşlaya bilər, sonra metal musiqi xoşlaya bilər. 40 yaşına gəlib çatdıysa amma 40 yaşında bir insan mən muğam sevirəm deyirsə, bu dəyişməyəcək. Artıq o nə istədiyini bilir. Amma yeniyetmənin hələ ki dəyişir. Yəni fərqli dadları datdığı və qərarlar verdiyi bir dövrdür əslində yeniyetmənin həyatı. Və ona görə də qərarlar verəcək, yanlış qərarlar da verə bilər. Biz valideyn olaraq sadəcə onun arxasında dayanıb, tamam bu qərarları verdin. Nə yaşadın? Necə dərslər aldın? Nə öyrəndin? E, Bu səndə nəyə səbəb oldu? Nəyə anladın? Gələn dəfə olsa yenə də bunu edərsən. Yəni bir dost kimi, məsələn, bir dostumuz olsaydı, yeniyetmə niyə biz valideynlərlə deyil də çox vaxt dostları ilə danışmağı tərcih edir? Çünki biz valideynlər bəzən hoca kimi davranırıq. Yəni ay bala bilirsən, gəl bura, sanki mən indi bir məsciddə imam imişəm da ona belə anlatacağam və başına ağıl qoyacağam, üslubu ilə yanaşaramsa orada yeniyetməni itiririk. Bəzən də yəqin sizin də başınıza gəlib, mənim də başıma gəlib, çünki mənim də oğlum yeniyetmədir. Bir şey anlatarkən deyir ki, ana, indi mən sənə bir şey anlatacağam, önündən deyir. Xahiş eləyirəm, mənə heç bir fikir bildirmə. Sadəcə dinlə. Bax, nə sözümü kəsmə, nə fikir bildirmə. Bax, heç nə demə, prosta dinlə. Bəzən deyil hətta çox vaxt bizim övladlarımızın ehtiyac duyduğu şey sadəcə dinlənilmək və anlaşılmaq. İnsan olaraq bir çox ehtiyaclarımız var, amma əsasən də bu dövrdə insanların ən çox ehtiyac duyduğu şey dinlənilmək və anlaşılmaqdır. Yəni öncə bir məni dinlə. Dinlədikdən sonra anladıqdan sonra da bir hoca kimi davranaraq bilirsən sən bunu belə eləməlisən. Mən sənin yaxşılığına görə deyirəm. Bax bunu belə eləsən belə olar kimi deyil də övladım, balam, nə düşünürsən? Səncə bunu necə həll edə bilərik? Bəzən oğlum mənə belə dediyi də olur. Təbii mən ana rolum da var. Hər birimizin fərqli rolları var. Ana rolum var, məsələn deyəlim ki, həkim rolum, həyat yoldaşı rolum, bacı rolum. Bəzən oğlum deyir ki, ana, indi xahiş edirəm mənlə ana kimi deyil, psixoloq kimi danış da. Çünki bilir ki, psixoterapevt kimi danışdığım zaman məsləhətlər verə bilməyəcəm. Deyirəm ki, yaxşı Əhməd, gəl indi belə düşünək. Sənin fikrin nədir? Səncə bunu necə həll edə bilərik? Sən nə fikirləşirsən? Bu mövzuda necə hiss elədin? Buna ehtiyac duyur. Yəni yeniyetmə övladımız hər nə qədər bizim gözümüzdə uşaq olsa da, əslində o artıq bir gəncdir. O özünə görə bir fərddir və fərd kimi görülməyə ehtiyac duyur. Yəni məni bir insan olaraq qəbul elə, mühatib olaraq al, məni dinlə və mənim fikirlərimi qınamadan mənlə müzakirə et. Nə edə bilərik, necə edə bilərik kimi. Yəni o qərarlar verəcək, bəzən qərar verərkən biz düşünə bilərik ki, məsələn belə bir nümunə verim. Oğlum ağ ayaqqabı almaq istədi. Deyirəm ki, Əhməd, mən bilirəm ki, bu ağ ayaqqabı çox tez kirlənəcək balam. Olar ki, bunu biraz düşünəsən. Olsun deyir ana, amma mən bunun dadına baxmaq istəyirəm. Tamam dedim o zaman, yəni al, yoxla bax. E, Aldı, təcrübə elədi, yaşayaraq. Bir də yeniyetmələrdə belə bir şey var. Biz valideynlər çalışırıq ki, bir çox şeyi onsuz da biz yaşayıb, görüb ya da eşidib öyrənmişik. Övladımız hər bir şeyi də yaşayaraq öyrənməsin. Hər bir zərəri övladımız yaşayaraq öyrənmək məcburiyyətində deyil ki, onsuz da. Amma e, bəzən bizim övladlarımız yaşayaraq öyrənmək istəyirlər, təəssüf olsun ki. Yaşayır, amma burada gözəl bir şey var. Bir pasiyentim var idi, 29 yaşındadır, işləyir.
Və dedi ki, Lətifə xanım, mən bu günə qədər hələ bir dəfə olsun tək başına paltar almamışam, heç bir qərar verməmişəm və çox qorxuram. Özgüvənsiz bir şəkildə gəlmişdi terapiyaya. Çünki ana çox nevrotik idi, basqıcı idi, kontrolcu idi. E, Yalnız özü qərar verə bilərdi və qız heç bir şeydə qərar verə bilmirdi. Əgər indi belə düşünün ki, bu qıza yeniyetməlikdən etibarən valideyn izin verərsə qərarlarını verməyə, səhv qərarlar verə bilər, amma zamanla doğru qərar verməyi öyrənir. Səhvləri edə. Amma heç bir səhv etməsinə izin verməyəndə balaca belə olsa, olsun səhvləri zamanında etməsinə izin vermədiyimiz zaman gələcəkdə daha böyük problemlərlə üz-üzə qalmış oluruq. Bir hocamız var idi, belə bir şey anlatmışdı. Dedi ki, İllər sonra süni mayalanmayla zorla bir övladları olmuşdu bu hocamızın. Və dedi ki, bağçada uşaqlardan biri çox nadincdir, digər uşaqları incidir və valideynlər yığışdılar. Dedilər ki, gəlin biz üsyan edək və bu uşağı bağçadan çıxartdıraq. Amma dedim mən razı olmadım. Dedim ki, xeyr, övladlarımız hər zaman problemlə qarşılaşacaq. Qoy bağçadaykən balaca bir problemlə qarşılaşsınlar və həll etməyi öyrənsinlər. Və daha sonra dedi bir müddət sonra qızıma soruşanda ki, işte o uşaqla nə edirsiniz, vəziyyət necədir deyə qızım dedi ki, ata, həmişə o mənim keksimi alıb yeyirdi. İndi mən bir sənə nə edirəm? Birinci keksimi yeyirəm, daha sonra yeməyimi yeyirəm. Bu 4 yaşındakı bağça uşağı nə öyrəndi? Yəni yanında bir davranış problemi olan bir uşaq var və o artıq özünü qorumağı öyrəndi. Öyrəndi ki, keksini tez yeməsə yanındakı uşaq götürüb yeyə bilər. Bu balaca bir problemdir, amma bununla baş etməyi öyrənincə gələcəkdə daha böyük problemlərlə də baş etmək qabiliyyəti qazanır uşaq. Amma əgər ki onun yerinə valideyn davranarsa bu problem olur. Kayu çizgi filmi vardı, bilmirəm xatırlayırsınızsa, orada belə bir səhnə mənim çox xoşuma gəlmişdi. Çöldə qar yağır, Kayu qarla qartopu oynamağa çölə çıxır. Anası paltonu gətirir geyinsin deyə. Kayu deyir ki, mən palto geymək istəmirəm. Ana heç bir şey demir. Əlinə paltonu alır, yavaşca Kayun arxasıca çölə çıxır. Kayu çıxır çölə, birazcık oynayıb, 1 ya 2 dəqiqə sonra Kayu təbii ki, üşüyəcək paltosuz. Üşüyür və deyir ki, ana mən paltomu geymək istəyirəm. Ana da tamam deyir və Kayu geyinir. Nə baş verdi desək? Kayu paltosuz çıxdı, oynadı. 1-2 dəqiqə üşüdüyünü fərq etdi. Üşümənin nə olduğunu anladı. Qar yağarkən soyuq bir havada palto geyinilməsi gərəkdiyini anladı, geyindi. Dərs aldı. Bir daha da inanmıram ki, paltosuz qışda çölə çıxsın. Amma bizim Sovet dövrü bir valideyn olsaydı belə edə bilərdi. Məsləhət verən bir modda valideyn. Ay balam, mənim 40 yaşım var, sənin 5 yaşın var. Mən sənə deyirəmsə ki, qışdır, qardır, palto geymək lazımdır, demək ki, geymək lazımdır. Geyməyəcəksən, sonra soyuqlayacaqsan, xəstələnəcəksən və s. kimi. Amma burada uşaq sadəcə danlanacaq idi, məsləhət yeyəcək idi, özgüvəni aşağı düşəcəkdi, özünü ağılsız, axmaq kimi hiss edə bilərdi, əksiklik hissləri yarana bilərdi və s. Yəni bir sözlə biz yeniyetmə ilə oturub müzakirə elədiyimiz zaman, danışdığımız zaman həm bu travmaları almasını önləmiş oluruq, həm onu fərd yerinə qoymuş oluruq, həm də tanımış oluruq ki, yəni sən nəyi sevirsən, sən özünü necə hiss edirsən. Bununla övladımızda həm özgüvən, həm də identitet formalaşır. Yəni bu nə deməkdir? Mən kiməm? Mən nə istəyirəm? Yəni mən hansı geyimi xoşlayıram? Mən metal musiqimi xoşlayıram. Məsələn, keçən həftələrdə bir yeniyetmə pasiyentim oldu. Bəzən yeniyetmə pasiyentlərimdə ümumiyyətlə danışım, metal musiqi sevgisi görə bilirəm. Valideyn bunu anlayamaya bilər. Valideyn deyə bilər ki, ya mən muğam xoşlayıram, ya da yoldaşım heç musiqi dinləməz. Bu hardan ortaya çıxdı? Niyə mənim övladım metal musiqi dinləyir? Metal musiqinin əslində bir çox anlamları var. Məsələn, psixoloji yöndən baxsaq belə bir anlamı var. Əgər bir yeniyetmə evdə həddindən artıq sıxışdırılırsa, duyğularını xahiş edirəm ekran yazmayın, ifadə etməsinə izin verilmirsə, bəzən o öz duyğularını metal musiqi ilə ifadə edə bilir. E, Yəni sanki xaotik bir şeyi xaotik olmayan bir şeyə çevirir deyə bilərəm məsələn. E, Ya da belə bir şey deyim. Deyəlim ki, bir insan başqa insanları döymə ehtiyacı var. Polis olur, karateist olur, boksyor olur. Sanki döymək üçün uyğun bir ortam yaradır kimi düşünün bununla. Belə bir şey. Davam edirik.
Sosial qrupların təsiri desək övladımıza. Yeniyetməlik dövründə övladımızı bizdən çox dostlarının təsiri var. Çünki artıq belə bir dövrdədir. Yəni 0-3 yaşda daha çox valideynə bağlıdır. Onun üçün birinci yer valideyndir. 3 yaş 3-6 yaş artıq sosiallaşma və bağça dövrüdür. Yeniyetməliyə gəldiyi zaman isə artıq valideyn ikinci plana atılır və önəmli yerdə birinci dostlar dayanır. Bir də yeniyetmələrdə belə bir şey var. Özlərini teatr səhnəsindəki aktyor və aktrisa kimi hiss eləyirlər. Sanki onlar səhnədədirlər və bütün işıqlar onların üzərindədir və hər kəs onları izləyir. Təbii ki, belə deyil, amma onların hissləri belədir. Ona görə də bizim yeniyetmə övladımız bizi gülməli gəlsə belə, ki mənim oğlumda da var o şeylər. Məsələn, hər gün başını yuyub evdən çıxmaq istəyir. Hər gün saçını fenləyib evdən çıxar. Onun üçün duxusu önəmlidir. Onun üçün geyimi, markası önəmlidir. Onun üçün istifadə etdiyi telefonun modeli, minəcəyi maşın olsun. Bunlar hər biri, çünki onlar üçün imic birinci yerdə olur. Və zənn edirlər ki, hər kəsin gözü onların üzərindədir. Əslində hər biri öz üzərində diqqətlə davam edir. Yəni bəzən yeniyetmə valideynləri ilə görüşdüyüm zaman baxıram ki, oxşar məsələlər yaşayırıq. Bir çoxu deyir ki, hava soyuq da olsa oğlum səhər çimir, daha sonra evdən çıxır ya da duxlanmaq onun üçün önəmlidir ya da filan paltarı geyinmir ki, onun modası keçib. Hansı ki biz bu problemləri daha öncələr yaşamırdıqsa, hal-hazırda yaşaya bilirik övladımız. Yeniyetmədirsə, gəncdirsə, artıq onun bəyənilmə istəyi artıb, artıq onun görülmə istəyi artıb. Yeniyetmə nə deməkdir? Teatr səhnəsindəki baş roldakı aktyor, aktrisa necə ki üzərinə işıqlar salınır və səhnədə daha çox o görülür. Yeniyetmə də bu da əslində. Yəni ona görə o səhnədədir, çox əhəmiyyətli bir aktyordur və mütləq özünə diqqət etməlidir. Dostlar isə təbii ki, bizim övladımızın kimliyini, davranışını formalaşdırır. Çünki psixoloji ehtiyaclardan biri də aid olma ehtiyacıdır və yeniyetmə insanların aid olma ehtiyacı çox yüksəkdir. Əgər ki, biz onda sağlam bir aid olma ehtiyacı qurarıqsa, yəni məsələn, bir futbol takımına aid olar, bir karate takımına aid olar, kimi bir şahmat takımına aid olarsa nə gözəl. Olmazsa neqativ fərqli takımlara da aid ola bilər. Yetər ki, aid olma ehtiyacı ödənsin və yaxud da dostlar onu arasına alsın deyə dostlarının təklif etdiyi siqaret və ya zərərli hər hansı bir şeylərə hə deyə bilirlər və bəziləri də bunu cool bir davranış kimi görə bilirlər ki, sanki siqaret çəkərək belə deyirlər. Baxın mən yetişkinəm, baxın mən böyümüşəm, baxın mənim buna iznim var kimi belə özlərini dırnaqarası cool hiss edirlər. Təbii ki, bu bir illüziyadır, elə bir şey yoxdur, amma onlara elə gələ bilir. Ki buna görə də bəzən riskli seçimlərə gedə bilirlər. Keçən dəfə yenə bir hadisə oxudum. İki yeniyetmə avariya eləmişdi və vəfat etmişdi maşın sürərkən və çox eşidirik 16 yaşlarında ya da son zəngdə ya da valideynlərin bu 17-18 yaşda məktəb bitirərkən maşın hədiyyə almaları və o yeniyetmə ölümləri ilə nəticələnməsini çox eşitmişik. Nə baş verir desək. İndi düşünün ki, yeniyetmə bayaq beyni izah etdim ya, biraz da izah etsəm. Limbik sistem çox aktivdir. Yəni o dopamin ehtiyacı, ləzzət, həzz alma, yəni qaza basmaq çox rahatdır. Ya bayaq dedik ya, limbik sistemi işığa bənzətsək, ya da Porsche-yə bənzətsək, sanki yeniyetmə Porsche sürür. Ya qaza basmaq və irəli getmək çox asandır bir neçə saniyədə, amma tormuz sistemi hələ tutmayıb. Yaxşı deyil. Normalda yetişkin bir insan maşın sürərkən düşünür ki, mən tormuza basdıqdan bir neçə saniyə sonra bu maşın dayanacaq. Yanımdan avtobus keçirsə, avtobus sərnişin düşürə bilər. Burada piyada zolağı var, məktəb var, hər an piyada çıxa bilər ki, bir çox şeyi biz maşın sürərkən analiz sintez edib ona uyğun davranırıq. Amma yeniyetmədə bunlar hələ ki formalaşmayıb. Yeniyetmə üçün zaman anlayışı tam oturmayıb. 5 dəqiqə sonra nə ola bilər oturmayıb. Hadisə baş verərkən analiz sintez sürətli bir şəkildə analiz etmə və pratik bir həll tapma hələ oturmayıb. Ona görə də çox rahat bir şəkildə avariya eləyə bilirlər. Son anda, önümdə bir problem var, mən indi nə edeyim? O düşünənə qədər, frontal korteks devrəyə girənə qədər artıq iş işdən təəssüflər olsun ki, keçmiş olur. Dostlarla bərabərkən biz onu soruşa bilirik. Dostların səni necə hiss elətdirir, nələr elədiniz bərabər, nələr eləməkdən zövq alırsan kimi. Təbii sərhədlərin qoyulması və balanslı. Məsələn, bugün bir futbol oyunu var təbii ki, axşam saat 12-dədir. Bizdən yeniyetmə övladımız istəyə bilər ki, məndən də istəyir. İşte axşam saat 12-də gedib futbola baxa bilərəmmi? Bəzən biz standart qoyulan qaydalar başqa bir şeydir, evə saat neçədə gəlінəcək. Amma bəzən belə ekstrem durumlarda
izinlərin verilməsi, övladımızın başa düşülməsi ki, onların həyəcan ehtiyacları bizdən çox daha yüksək olur və bu həyəcan, adrenalin ehtiyacını ya sağlam bir şəkildə qarşılayacaqlar, ya patoloji. Belə düşünün. Bir insan paraşütdən hoppanaraq da adrenalin yüksəkliyini dada bilər. Gözəl bir yemək yeyərək də, sosial fəaliyyətdə də, idmanda da, amma bunu zərərli vərdişlərlə və maddi asılılıqları ilə də əldə edə bilər. Bəzən övladımıza o həyəcanı belə güvəndiyimiz ortamlarda, güvəndiyimiz sosial projelərdə almasına şərait yaratmalıyıq ki, istəmədiyimiz yerlərə getməsin. Niyə övladımıza travma yönümlü yanaşma vacibdir desək, bəzən uşaqkən keçmişdə hansı qorxular, tənqid hissləri yaşamış olurlar ki, yeniyetməlikdə bunlar üzə çıxa bilirlər. Bəzi travmatik məsələlər üzə çıxa bilir. Bəzi psixoloji e, xəstəliklər əsasən də yeniyetməlikdə başlaya bilər. İstəyir bu obsessiv kompulsiv pozuntu olsun, depressiya olsun. Bir çox məsələlər yeniyetmə dövründə e, necə deyim, fidan sanki tomurcuqlayır və ortaya çıxır. Nümunələrini bu yaşdan etibarən görə bilirik. Ən çox biz valideynləri nə narahat edir? ADHD, yəni diqqət dağınıqlığı və hiperaktivite pozuntusu. Niyə? Çünki övladımız artıq abituriyent olur, universitetə hazırlaşır. Təbii ki, bizim üçün əhəmiyyətli olur ki, o yüksək bal yığsın, diqqətini dərsinə versin, amma diqqətini toplayamadığı zaman burada iki yolumuz var. Həm medikamentoz müalicə ilə dəstək olmaq, beynində o frontal lobu biraz gücləndirmək və yaxud da o digər dağınıqlıqları önləmək və də psixoterapiya. Təbii ki, burada əlimizdən tutan sosial sağlam fəaliyyətlər və fiziksel aktivite çox rol oynayır. Bunlardan dair birazdan danışacağam. Ən çox biz övladımızda nə görürük bu dövrdə? Təbii ki, qəzəb və hirs. Niyə? Çünki elə bir dövrdədir ki, ani qəzəb patlamaları çox olur. Bunu vulkana bənzədək, tez-tez vulkan kimi partlayacaqlar. Qapıyı çırpa bilirlər, pəncərəni çırpa bilirlər, telefonu yerə çırpa bilər, əsəbləşə bilər, qışqıra bilər, o anda bəddua eləyə bilər, bizə ağza alınmayacaq sözlər söyləyə bilər. Bir valideyn olaraq əsla orada düşünməli deyilik ki, mənə hörmət etmir, məni saymır, mənə dəyər vermir, mən o vaxt valideynimə belə eləməzdim. E, ya da ki, mənim uşağım tərbiyəsizdir, ya da davranış problemi var. Xeyr, əsla bunlar heç biri deyil. Bizim uşağımızın məqsədi bizi saymamaq, dəyər verməmək, intiqam və s. deyil. Sadəcə bunu biz siz nəyə bənzədin? Bayaq dedim ya, frontal korteks hələ inkişaf etməyib, limbik sistem çox yüksəkdədir. Bum, partladı. Partlayarkən mən niyə partlayıram, nə üçün partlayıram, partlamam doğru mu, doğru yerdən partlayıram kimi analiz sintezlər yoxdur. Sadəcə bir qəzəb var və qəzəbi ortaya tökdü. Nə yaxşı ki də hələ tökdü, belə düşünün. Partlasın. Görəcəksiniz ki, bəzən valideynlər belə deyir. Bir-iki saat keçdi və yaxud da bir gün keçdi, oğlum gəldi, deyir ki, ana üzr istəyirəm, bağışla, mən sən o sözləri demək istəmirdim, prosta hirsləndim, özüm də bilmədim niyə belə elədim. Bununla çox qarşılaşırıq yeniyetməlik dövründə, çünki həqiqətən belədir. Yəni o anda bir qəzəb olur, qəzəbdən düşünmədən deyəlim ki, əlində bir şey var, bunu götürüb yerə çırpa bilir. O anda sadəcə o bir duyğu yaşayır və duyğunu sakinləşdirməyə çalışır. Yəni bir partlayış var. Biz siz nəyə bənzədək? Əlimə qaynar su tökülər, əlim yanar ya, o anda buz kimi suya tutarım. Yəni o anda bir şey düşünmürəm. Sadəcə əlimin ağrısını keçməsini istəyirəm. Eyni bunun kimi övladımız da o anda sadəcə duyğusunu boşaltmağa ehtiyac duyur. Artıq orada hörmət, dəyər, sevgi, valideyndir, böyükdür, qonaq getmişik, qapıda sındırmayım, telefonda 4000 alınıb, bunu yerə çırpmayım, heyfdir. Bunları artıq düşünmür. Beyin çünki o anda blok oldu. Sadəcə duyğunu boşaldır. Ona görə də özünüzü bir valideyn olaraq hörmət görməyən, dəyər görməyən kimi hiss etməyin. Sadəcə yeniyetmədə sadəcə duyğu ilə doludur. Qaynayan qəfədana bənzədirəm mən bunu. Yəni 100 dərəcədə qaynayanda qəfədanın içindəki su necə ki qarışıqdır. Biraz keçir, bir neçə saat sonra o öfkə endiyi zaman övladımız sakinləşir və fərqindəliyi artır, düşünməyə başlayır artıq frontal korteks devrəyə girir və deyir ki, mən neynədim, axı bu doğru deyildi və gələcək və sizdən üzr istəyəcək və siz də təbii sakin bir şəkildə övladım, səni anlayıram. Təbii ki, bəzən qəzəblənə bilirsən, əsəbləşdiyini gördüm. Üzr istədiyin üçün də çox sağ ol. Amma bu durumlar üçün düşünə bilərik, daha nə edə bilərsən, yəni hirsləndiyin anlarda sənə nə yardımcı ola bilər? Bəlkə bir stres topu, bəlkə o anda çölə çıxıb bir yürüyüş etmək, bəlkə saymaq, bəlkə dərin nəfəs alıb vermək, bəlkə bir hamama girib duş almaq kimi bir neçə variantlar təklif edə bilirik. Arada bir bunları bərabər təcrübə edə bilirik kimi. Biz nə edirik desək, tutaq ki, uşağımız otağındadır və kriz keçirdir. Qışqırır, bağırır, hər hansı bir şeylər edirsə yeniyetmə olaraq. Valideyn olaraq bizim vəzifəmiz budur.
Mən buradayam. Mən səni görürəm. Duyğu geri dönüşləri verir. Əsəbisən, hirslisən. Yəni bu şu deməkdir. Mən səni görürəm və sən əsəbisən. Bəli. Yəni, empatiya qururam və ona duyğularını geri verirəm. Və sonrasında da mən sadəcə səni qorumaq üçün buradayam. Yəni otağına zərər verməyəsən ya da telefonuna zərər verməyəsən deyə. Yəni sanki əşyalara həddən artıq zərər verməsin deyə. Amma ağıl vermirik, məsləhət vermirik, durdurmaq olmaz. Ə, Zorlamaq olmaz. O anda məsləhət vermək, o anda başa salmaq, o anda bizim ondan artıq əsəbləşməyimiz. Bunlar doğru davranışlar deyil, valideyn davranışı olaraq. O anda sadəcə mən səni görürəm, mən buradayam, əsəbisən. Tamam, tamam, hirslisən. Hirslisən, görürəm səni. Tamam, o da partlayır. Biraz hirsini tökür, sonra sakinləşir. Həmin gün danışmaq uyğun deyil. Səhəri günü danışmaq daha uyğundur. Yəni o duyğuları enir, bir gecə yatıb qalxır, məntiq devrəyə girir. Daha sonra ki, oğlum dünənki hadisədə danışmaq istəyirsən balam, nə baş verirdi? Ana bilsən, özümə bir hekayə uydurum. Ana bilsən, sən icazə vermədin mənə futbola getməyə. Mən də ona görə çox hirsləndim. Tamam. Futbola getməyinə icazə vermədim deyə hirsləndim. Anlayıram səni. Sənin üçün bu yaşda futbola getmək çox önəmlidir və filan arkadaşlarla da. Mənim də özümə görə səbəblərim var idi balam. Qorxuram. Yəni orada sənə zərər verəcək insanların olmasından, gecə saatında hər hansı bir şey, bir hadisənin baş verməsinə qorxduğum üçün razılaşmadım. Bu sən sevmədiyim, səni hörmət etmədiyim, sənə dəyər vermədiyim anlamına gəlmir. Sən mənim üçün önəmlisən. Sənə rəğmən çox sevirəm. Yəni sənə zərər gəlməsini istəmərəm. Ona görə yox dedim. Hə, ana başa düşürəm. Sən məni çox sevirsən, dəyər verirsən, amma mənim üçün bu önəmlidir, bilirəm. Yeniyetməlikdə bir də bu da var. İndi və burada və həmən. İndi və burada. Anında istəyirlər. Yəni məsələn bir şey istəyirəm. Bu istədiyim e, anında, indi və burada olsun. Gözləmə, səbr etmə mexanizmləri e, yoxdur, işləmir deyə bilirəm. Bir dəqiqəlik mən tərk edib geri dönürəm. Çünki oğlum evə gəlir və açar üzərində deyilmiş. Necə, harda qalmışdıq? Yəni övladımız bir şey indi və burada həmən bu dəqiqə istəyir, yeni etməlisə, onda belə bir şey yoxdur. Mən bunu istəyirəm, amma bunu nə zaman edə bilərik? E, Hal-hazırda vəziyyət, şərait uyğundurmu? Məsələn, keçən saat 1-ə işləyir. Bir yeniyetmə pasiyenti mənə yazdı. Təxminən bu yeniyetmə pasiyentinin neçə yaşı var? 14. Lütfü xanım, valideynlərimlə danışa bilərsiniz, deyirəm ki, nə baş verir? Dedi ki, mən maşın sürmək istəyirəm və valideynim məni maşın sürməyə aparmır. Tamam, bizim saatla 12-dirsə, bu xarici ölkədə olan bir pasiyentimdir. Onların saatı ilə saat 11-də 12 işləyir, bir saat fərqimiz var idi. Məsələn, düşünün, maşın sürməyə getmək istəyir, həmən o anda istəyir, valideynin o anda razı olmasını istəyir, valideyni razı salmayınca mənə yazır. Təbii istədiyi nədir? Mən bir psixoterapevt olaraq bunu valideynlərinə yazım və deyim ki, uşağa icazə verin. Təbii ki, elə bir şey eləməli deyilik, amma yəni uşaq bunu düşünmür. Hal-hazırda saat uyğundurmu? Valideynim yorğundurmu? Müsaitdirmi? Tamam bunu istəyirəm, amma bəlkə valideynim indi və burada bu gün bunu edə bilməz, amma bir gün sonra edə bilər, 3 gün sonra edə bilər. Bəlkə valideynim hal-hazırda təzyiqi var, qonağı var, yorğundur, axşam saat 11-dir. Yəni bunlar yoxdur yeniyetmədə. Yeniyetmədə bu var. Mən bu dəqiqə maşın sürmək istəyirəm. Bitdi. Kafasında başqa bir şey olmaya bilər. Biz bəzən valideyn olaraq öncə anlayışı veririk. Övladım, sən dinlədin, anladım. Maşın sürmək istəyirsən, görürəm. Çox gözəl bir şeydir maşın sürmək, həzz alırsan, bunun da fərqindəyəm. Amma təəssüflər olsun ki, hal-hazırda mənim təzyiqim çox yüksəkdir və bu dəqiqə mən evdən çıxa bilməyəcəm, yorğunam və yaxud da maşında belə bir problem var. Olar biz bunu bazar günü edək kimi. Təbii ki, o yenə dirənəcək. Yox, mən indi istəyirəm. Bazar günü mən istəməyəcəm. Mən axı indi istəyirdim. Tamam, sən anlayıram balam, amma hal-hazırda bu istəyin üçün təəssüflər olsun ki, edə biləcəyim bir şey yoxdur. Hal-hazırda çölə çıxa bilməyəcəm. Sağlığım buna əl vermir kimi. Yəni mən nə etdim burada övladım o zaman valideyn olaraq? Dinlədim, anladım. Geri dönüş verdim.
Bilirəm, xoşladığım bir şeydir. Mən də səni incitmək istəmirəm, amma hal-hazırda mənim durumum buna əl vermir. Bir izah verdim. Mübahisə səhnələri, e, mübahisələr olacaq. Çox, çox, çox normaldır. Bu arada qadınlara belə bir müjdə verim. Yeniyetməykən övladlarımız daha çox ata ilə tartışırlar. İlk yaşlar uşaqlar daha çox təbii uşaqlıq dövründə anaya yönəlir, ana ilə həll etməyə çalışır. Yeniyetməlikdə isə əsasən də ki bu övladımız oğlan uşağıdırsa, artıq onun ata ilə olan problemləri başlayır, ana ilə deyil. Çünki biz anayıq. Mən də anlayam. Oğlum mənə bir şeylə gəldiyi zaman deyirəm ki, Əhməd, xahiş edirəm, məndən verəcəyin suallar bu olsun. Ana, bu gün evdə yemək nə var? Nə vaxt yeyəcəyik? Nə yeyəcəyik kimi suallar verə bilərsən, amma digər sualları atanla həll et kimi. Paslayıram ataya. Paslayın ataya və atayla həll etsinlər. Çünki evdə rollar da bir-birinə qarışmalı deyil. Qaydanı qoyan və otorite ata olmalıdır. Ana şəfqətli və vicdanlı olaraq deyəlim ki, ata bir şey icazə vermədi. Ana da bağrına basar, can deyər. İcazə vermədi, eləmi? Tamam. Neyini kimi. Yəni şəfqətimizi ortaya qoyarıq. Yəni, anlayışımızı ortaya qoyarıq, amma qayda qaydadır yəni. Qaydanı poza bilmərik. Nədən bu önəmlidir? Yeniyetməlik həm də cinsəl orientasiyanın dönəmidir. Yəni övladımız genderini, e, xüsusiyyətini bu dövrdə seçir. Qadın olmaq mı istəyir, kişi olmaq mı istəyir? Qadınlara qarşı mı istək duyur, kişilərə qarşı mı istək duyur? Cinsiyyətini dəyişdirmək istəyirmi? Transdır, geydir, lezbiyendir. Bu dövrdə oturur. Tam tamına bu dövrdə fark edir. Və bəzən yeniyetmə pasiyentlərim gəlir ki, valideyni ilə danışamayan, valideynindən gizlətən. Məsələn, mənim bir yeniyetmə pasiyentim var idi, özünə çox zərər yetirən. Təəssüflər olsun ki, valideyninlə danışa bilmirdi, çünki qorxurdu və dedi ki, Lətifə xanım, mən valideynimə desəm məni döyəcəklər, öldürəcəklər, amma mənim e, yalnızca öz cinsimə qarşı istəyim var. Uşaqlıqdan etibarən beləyəm. Çox istəyərdim ki, bunu anamla, atamla oturub danışa bilim, dost kimi onlarla paylaşa bilim, amma anlamazlar. Döyərlər deyə qorxuram. Yeniyetmənin əslində ən gözəl dostu valideynidir. Yəni heç bir sosial media bizim qədər övladımızı sevə bilməz. Heç bir dost da eyni şəkildə. Sadəcə övladımızın əmin və arxayın ola bilməsi lazımdır ki, dərdini gəlib bizə anlatarsa biz ona döymərik, söymərik, qovmarıq və ona sahib çıxarıq. O zaman bizə anlatarlar. Çox-çox istəyirlər uşaqlar valideynləri ilə paylaşmağı, amma çəkinirlər. Valideynini itirməkdən, e, valideynin gözündən düşməkdən, valideyn tərəfindən evdən qovulmaqdan. Elə yeniyetmə pasiyentlərim olub ki, məsələn, bir neçə ay əvvəl də belə bir pasiyentim oldu. Yeniyetmə idi, 13 yaşlarında tacizə məruz qaldı. Yetişkin bir insan tərəfindən, hansı ki, əslində bu durumun polisə bildirilməsi lazımdır. Ə, amma valideyninə əsla demək istəmirdi. Dedi ki, Lətifə xanım, valideynimə desəm məni anlamayacaq. Valideynimin edəcəyi şey sadəcə məni dövmək və evdən çıxmağa izin verməmək olacaq və məni günahlandıracaq və deyəcək ki, sən o insanın evinə getməsəydin və bu hadisə də baş verməzdi. Mən günahkar olacağam, ona görə də anlatmaq istəmirəm deyə dirətirdi uşaq. Yəni valideynin bu cür hadisələrdə verəcəyi sual, sənin orada nə işin var idi, ya da niyə getdin, nə zaman getdin, nə oldu, nə qədər oldu, nə dozada oldu, hardan oldu, vay sənə ərə verə biləcəyikmi kimi əsla bunlar olmalı deyil. Əsla. Olması gereken şeyler valideynin onu qucaqlaması, sahip çıxması, yanında olması, üzülə bilərik, ağlaya bilərik. Üzgünəm oğlum, üzgünəm qızım bu şeyləri yaşadığın üçün. Kaş sən yanında ola bilsəydim, səni qoruya bilsəydim. Amma bil ki, mən buradayım. Yəni nə olursa olsun bunu mənə anlata bilərsən. Nə olursa olsun mən sənin yanındayım kimi. Çünki bura Azərbaycandır və bizim Azərbaycan mədəniyyətində bir çox həqiqətlər gizlədilir, amma inanın mənə heç sevmədiyimiz və qəbul etmədiyimiz əxlaqımıza, mədəniyyətimizə uyğun olmayan şeylər həddindən artıq çoxdur. Üstünü örtsək də, gizlətsək də övladlarımızdan çox ehtiyatlı olmalıyıq. Texnologiya və sosial media yönü ilə biraz danışsam. Təbii ki, texnologiyada nə var desəm,
dopamin yüksəkliyi var deyə bilərik. Yəni bu bir həzdir, ləzzətdir. Bir oyun oynayan yeniyetmə düşünün. Öncə birinci leveldədir, sonra level atlayır, yenə level atlayır. Hər level atladıkca beyində dopamin ifraz olunur. Bu belə başarı, yetərlilik, wow, sən bacardın hissi verir. İllüziyadır təbii ki. Real həyatda bir nəsə bir şey başarmadı ya da orada ona 100 dənə qızıl verildi. O qızıl real həyatda yoxdur əslində elə bir şey. Fantaziya, yəni illüziya, sanal bir şeydir. Amma nə qədər biz valideyn olaraq ay bala bu sanaldır, bunun sən həyat var, nə faydası var, yuxun getdi, sağlığın pozuldu, imtahanın qaldı. Bəzən ya da valideyn olaraq zarafat da eləyə bilərik. Keçən məsələn oğlum oturub yanımızda bir filmə baxır. Yoldaşım deyir ki, bilsən, sabahki imtahanda bu filmdən suallar düşəcək. Ona görə bu filmə çox diqqətli baxmaq lazımdır. Bəzən belə istehza da eləyə bilər, amma nə ediriksə eləyə, orada bir həzz var və yeniyetmə oradan bir həzz alır, dopamin. Bunun fərqində olacağıq və bəzən bu dopamini sağlam yerlərlə, sağlam formalarda övladımıza verəcəyik. İşte bayaq dedim ya, idmanla, bizimlə gözəl vaxt keçirərək, bəzən sağlam yeməklərlə. Ən çox dopamin normal halda cinsel münasibətdə və gözəl yeməklərdə ifraz olunur. Hardasa 3-5 arası deyə bilərik buna, dəyərləndirsə. Amma bir narkotik vasitə istifadə edildiyi zaman 1000 qədər ifraz oluna bilər. Yəni bu qədər yüksək yoxdur və onu dadandan sonra digərləri onun gözünə çox aşağı görülə bilir. Mən nəyə bənzətirəm? Rayondan Bakıya gələndə ki, ortalama bir 150 ilə gəlirik sürət olaraq. Sonra şəhərə girəndə düşürük 20-yə, zənn edirik ki, maşın getmir. Bizə elə gələ bilər. Bax, eyni belə. Əgər bu yeniyetməyə məktəbdə orada burada hər hansı bir şey təklif edilərsə, başlamaq üçün indi 5 manat, 10 manat olan çox ucuz tabletkalar və sairələr var uşaqları başlatmaq üçün. Təbii ki, ucuz olduğu, onun çox sintetik olduğu və çox da zərərli olduğu anlamına da gəlir. Bilirik ki, bu kaliteli deyil və də asılılıq yaradır. Bunları övladlarımıza öyrəşdirməyə çalışan bir qrup insanlar olur və onu qəbul etdiyi zaman orada süni bir şəkildə aldığı dopamin və yaxud da hardan danışırdıq biz sosial mediada, TikTokda təzə bir tədqiqat var. Bu tədqiqat ortaya qoyub ki, TikTok izləməklə narkotik qəbul eləmə arasındakı fərq sadəcə dozaymış. Yəni narkotik qəbul elədiyimiz zaman beynimizdə harda nələr oyanırsa, TikTok videosu izləyərkən də eyni məsələ baş verirmiş. Sadəcə narkotikdə bu 1000 qədərdir, TikTokda təxminən 5 qədərdir, amma eyni asılılığı TikTokda yaradırmış. Və nə var bu sosial mediada? Sürət, dəyişiklik, hərəkətlilik, ekran, işıqlar, fərqlilik və buradan sonra mən bir kitab götürüb açaramsa, bu kitabda heç bir rəng yoxdur, heç bir sürət yoxdur, heç bir dəyişiklik yoxdur, heç bir dopamin yoxdur. Nəticəsində dopamin ifraz oluna bilər. Yəni mən bu kitabı oxuma nəticəsində gələcəkdə karyera quraram, karyeranın nəticəsində mən başarılı olaram, pul qazanaram da, o pulumla özümə Porsche alaram da, həzz alaram kimi. Amma yeniyetmənin beyni 3 il, 5 il, 10 il, 15 il sonrasını analiz edəcək qədər inkişaf etməyib onsuz da təəssüflər olsun ki. O hal-hazırda baxır. Hal-hazırda indi və burada sosial mediada bir TikTok videosunda fırlanarkən dopamin anında ifraz oldu. Soğan olsun, nağd olsun misalı var ya, o soğanı orada əldə elədi zaten. Bizim onu orada o dopamindən ayırıb da övladım gəl indi dərs oxuyacaqsan. Bu nəfsivət çox ağırdır, sıxıcıdır bilirəm, amma sən 5 il, 10 il sonra super bir dopamin alacaqsan. Məsələn, o qazancınla başarılı hiss edərkən özünü, öz gücünlə bir maşın alarkən və o maşını istədiyin kimi qurarkən. Məsələn, mənim onlayn oyun asılısı bir pasiyentim var idi, onu anlatım sizə. Real həyatda universiteti yarımçıq qoymuşdu, kəsilmişdi bir neçə fənnə görə, diplomu hələ ala bilməmişdi və gözəl değildi. Burnunu sonradan əməliyyat elətdirdi. Yəni özünə baxarkən gözəlliyi ilə o dəyər və heyranlıq ala bilmir insanlardan. Karyera yoxdur, bununla ala bilmir, işləmir, qazanc yoxdur, bununla ala bilmir. Heç bir şeylə alamayınca nə edir? Oyuna yönəlir. Oyun oynayarkən oyunda hər level atladıkça dopamin ifraz olunur. Sən başardın kimi bir şey və oyun oynayarkən oyundakı digər arkadaşlar wow sən necə bunu oynadın, sən necə bunu bacardın kimi ona belə heyranlıq duyurlar. O da özünü belə heyran olmuş kimi hiss edirdi və deyir ki, Lətifə xanım, oyunda mənim o heyran olunma ehtiyacım ödənir. Hansı ki, real həyatda heç kim mənə heyran deyil və mənim bunun çox ehtiyacım var. Bəli, əslində bu ehtiyacı əldə etmək üçün o oyundan vaz keçsəydim,
diplomunu əldə edə bilsəydi, iş qursa, karyerası qursa, biz valideyn olaraq təbii belə baxırıq da ki, bunları əldə elə, başar və o insanlar səndə heyran olsunlar da. Amma sən bu illüziya yaradırsan öz və sanal aləmdə sənin hansısa bir maşınla getdin filan yerdə PUBG oynayırsan ya da deyək ki, kimlərsə öldürdün. Va, afərin sənə. Sən level atladın, filan mərhələyə gəldin. Yəni nə əldə etdin ki? Axı bu sünidir, sanaldır, real deyil. Amma gəl indi sən bunu o uşağa izah elə. Ona görə çətindir. Quyuya düşmək kimidir. Düşməsi çox asandır, amma çıxması çox çətindir. Sərhədlərdən danışsaq, bir ardıcıllıq və aydın sərhədlər olmalıdır övladımızla. Yəni nələri edə bilər, amma nələri etmək olmaz kimi. Yəni övladım bu məsələlərdə yanındayam, amma xahiş edirəm bura bizim qırmızı çizgimizdir. Buraya addımlama kimi. Və övladımızın hisslərini təsdiqləyəcəyik. Belə deyim, tutaq ki, uşağım hirslidir, futbol nümunəsi verdimi, futboldan gedək, futbola getmək istəyir, icazə vermirəm də hirslidir. Hirsini qəbul edirəm, yəni övladım, sən dinlədim, səni anlayıram, hirslisən, tamam. Yəni, duyğusu budur, duyğuyu görürəm, duyğusunu yanındayım, dəstəkləyirəm. Dəstəkləmədiyim şey qayda ola bilər. Övladım, saat 12-dən sonra çölə çıxmaq yasaqdır və sənin dediyin futbol da saat 12-dən sonra mı başlayacaq, ona görə də mən oraya getməni uyğun görmürəm və evdəsən. Yəni, üzgünəm hirsləndiyim üçün, hirslənə bilərsən. Anlayıram səni, amma qayda budur. Yəni, duyğuda rədd ol, otağa get, ya duyğusal bir şey verməyəcəyik, hirslənməyəcəyik, neytralı, duyğusunu da onu anlayırıq, amma qayda qaydadır. Eee, Keçmiş travmalardan müəyyən qədər bəhs etdim, amma yəni sadəcə övladımızı dost kimi dinləyək. Nə baş verir, nə yaşayırsan, nə hiss eləyirsən, bu sənə necə təsir elədi? Ən azından övladımız duyğularını ifadə eləsin və rahatlasın. Çünki buna çox ehtiyac duyur. Ya biz keçən bir pasiyentim belə bir şey deyirdi, yeniyetmə pasiyentim. Lətifə xanım, mamam deyir ki, bu ev mənimdir. Ya da məsələn, atam deyir ki, ev mənimdir, evimdə filan kəsi kirayə götürəcəm, evimdə filan eləyəcəm. Ya da bəzən valideyn belə deyə bilər. Hə, mən öləndən sonra onsuz da sənə qalacaq da. O qədər pis təsir eləyir ki bu uşaqlara. Sanki yəni sən mənim umurumda deyilsən, hal-hazırda mən varamsa bu ev mənimdir, burada mənim qaydalarım keçər. Mən öləndən sonra istədiyini eləyərsən kimi. O zaman uşaq oraya özünü aid hiss etmir. Aid olma ehtiyacı ödəmir. Bu uşaq nə edəcək? Aid olma ehtiyacı var axı. O zaman aid olma ehtiyacını fərqli bir yerdə ödəməyə çalışacaq. Aid olacağı ya bir sevgili tapacaq, ya aid olacağı bir hər hansı bir klub, takım, artıq o nə olarsa bilmirəm. Yəni bu bir futbol takımı da ola bilər, bu bir terroristlər məsələn necə oluşur ya da futbol takımları. Hamısı aid olma ehtiyacını ödəyir də əslində. Yəni zərərli də olsa bir şəkildə o insanların aid olduğu, aid hiss etdiyi bir yer var və orada o hissiyat ödənir. Çalışaq övladlarımız bizə aid hiss etsinlər, bir ailəyə aid, bir evə aid hiss etsinlər və də sağlam şəkildə özlərini aid hiss edəcəkləri, bayaq dediyim kimi şahmat, futbol, voleybol, karate nə olursa olsun, amma müəyyən sağlıqlı takımlara aid etməliyik övladlarımızı. Dostlarla münasibətlərində sadəcə dost qrupları çox əhəmiyyətlidir. Dost valideyndən çox dostu dindir. Bu dövrdəki valideynlərə həmişə deyirəm ki, övladınızın çox gözəl bir, məsələn, deyəlim ki, boşanılıbsa bir də bu ailə, ana ilə bərabər yaşayırsa, oğlan uşağıdırsa, mütləq o oğlan uşağının həyatına bir əmi, dayı, baba, kişi müəllim, abi bir şəkildə salınmalıdır və o insanlarla münasibət qurulmalıdır. Qız uşağıdırsa eyni şəkildə. Yəni o dost çevrəsinə bir diqqət etməliyik. O dost çevrəsində hansı zərərli vərdişlər var? Bu dost çevrəsi onu haraya aparır? Keçən məsələn mənim yeniyetmə pasiyentlərimdən birinin valideyni mənə ChatGPT ilə mesajlarını göndərmişdi ki, Lətifə xanım, övladım ChatGPT ilə danışır və ChatGPT-yə deyir ki, işte mənim eşcinsəl dostlarım var, işte eşcinsəl dostlarımla görüşdüm, onlar mənə belə-belə bir şeylər təklif elədilər deyə valideyn artıq nə edəcəyini şaşırmışdı. İndiki dövrdə valideyndən çox yeniyetmə internetlə, sosial media ilə və dostla münasibətdə olur. Bizdən də çox inanın mənə ChatGPT ilə danışır. Çünki ChatGPT insanı qınamır, danlamır, hirslənmir, döymür, qadağa qoymur və hətta məsələn o ChatGPT-nin o mesajını mən oxuyanda gördüm ki, orada deyir ki, uşağa sənin hələ ki
bu qərarı vermən üçün tezdir, biraz gözləyə bilərsən. Amma belə fərqli kateqoriyada dostların olması və sənin hər kəslə dost olub, hər kəsə hörmət etmən çox gözəldir. Kimi dəstəkləyir də müəyyən qədər uşağı. İndi bu uşaq bunu nə qədər doğru anlayır, e, nə qədər doğru yorumlayır, bilə bilmərik. Ona görə bizlə nə qədər dostdursa, o qədər yaxşıdır və yaxud da valideyn olaraq siz xarakterinizi bilirsiniz və ağır xarakterdəsinizsə və yaxud da bu münasibəti qura bilmirsinizsə, bayaq dediyim kimi mütləq övladımızın həyatına bir əmi, dayı, bibi, xala, nənə, necəsə onunla dost olub o münasibəti qura biləcək güvəndiyimiz sağlam insanlar daxil etməliyik. Və özünü ifadə etməsinə izin vermək. Yəni maraqlarını kəşf etməsi. Bəzən valideynlər belə deyə bilirlər: "Lətifə xanım, voleybola gedirdi, 2 ay getdi, dayandı. Sonra dedi ki, gitaraya gedirəm, gitar aldıq, boş-boş ona da pul tökdük. Bir ay sonra gitaranı dayandırdı." Kimi şikayətlər eləyə bilər və bəzən valideynin güvəni itir və artıq heç bir şey qoymur. Deyirəm ki, bu normaldır. Normaldır. Ya baxın, 2 ay voleybola gedəcək, çıxacaq, 3 ay üzgüçülüyə getdi, oradan çıxdı, 1 ay e, fərqli bir şeyə getdi. Tenisə getdi tutaq ki, 1 ay sonra tenisi saxladı və Ebru'ya getməyə qərar verdi. Ebru'ya getdi, dayandırdı, metal musiqi öyrənməyə başladı. Metalı saxladı, popa keçdi. Ya bu tamamilə normaldır. Bu bilirsiz nə deməkdir? Yəni bu şudur. Mən özümü kəşf edirəm. İndi axtarıram ki, mən nəyi xoşlayıram, nələr edirəm, nəyi davam etdirim kimi. Məsələn, Ebru'ya gedəcək, 1-2 ay getdikdən sonra əslində bunun ona uyğun olmadığını görəcək. Sonra rəqsə başlayacaq. Biraz sonra rəqsin də ona uyğun olmadığını gördüyü zaman fərqli bir kateqoriyaya keçə biləcək. Ən sonda bunların hamısını analiz sintez edib ortaya yeni bir şey çıxara bilir və özünü kəşf edir. Biz valideyn olaraq arxasında duracağıq. Baxmayın ki, gitar aldım, evdə durdu, sonra tenisə getdi, amma bunu da davam etdirmədi. Yəni bu dövrlərdə övladımız hər hansı bir şeyə başlayıb illərlə davam etdirməyə bilər. Əsas odur ki, həyatında spor olsun, bir aktivite olsun. Niyə? Tədqiqatlara görə 20 dəqiqə və sonrasında qədər davam edən hər hansı fiziksel aktivite dopamin ifrazına səbəb olur, serotonin ifrazına səbəb olur, beyni daha sağlam bir hala gətirir. E, Bəzən hətta depressiyadakı olan pasientlər üzərində də bir araşdırma var. Belə bir araşdırmadır bu. Hər gün bir antidepressan qəbul edən pasientlər var. Bir də dərman qəbul etmirlər. Sadəcə hər gün yarım saat yürüyüş eləyirlər. Və tədqiqatlara görə hər gün yarım saat yürüyüş eləyən insanlar özlərini daha yaxşı hiss edir və təbii ki də əlavə olaraq psixoterapiya alan insanlarda geri dönüşlər daha az olur. Yəni ki, bir daha o depressiyaya girmir kimi. Nə qədər övladımızın həyatında idman olarsa, beyin o qədər gözəl inkişaf edir, dopamin ehtiyacı, serotonin ehtiyacı o qədər sağlam bir idmanla daha çox ödənir. Yenə uşaqlar üzərində aparılan başqa bir tədqiqat da var ki, sadəcə idman edən və dərsinə gedən uşaqlarla, amma dərsə getməliyən potensialım aşağı düşər, idmanı dayandıran uşaqlar arasında bir araşdırma aparılır və baxılır ki, idmanla bərabər dərsə davam edən uşaqların nailiyyəti daha yüksək olur. Bir digər məsələ, tənqidə reaksiyası övladımızın bu dövrdə çox-çox yüksək olur və daha həssas olurlar. Yəni bir söz deyirik, sanki az qalsın o bizim valideynimiz kimi olur. O bizi danlayır, o bizə qarşı çıxır. Yəni biz uşağa çevrilirik, o valideynə çevrilə bilir sadəcə o anda. Neynəyəcək? Hisslərini anlayacaq. Davranışını hələ ki tənzimləmək, hələ ki o səs tonunu tənzimləmək onlarda o qədər inkişaf etməyib. Bunu nəzərə alıb müəyyən qədər yola verəcək. Bir də onlar bizim sərhədlərimizi sınayırlar. Yəni baxım görün valideynim. Keçən valideyn belə bir şey dedi. Dedi ki, Lətifə xanım, balacadır uşaq, hardasa 3-4 yaşında. Məsələn, deyirəm ki, bunu etməm. Gözümün içinə baxa-baxa edir. Dedim, bəli, gözünün içinə baxa-baxa edəcək. Çünki məsələn, valideyn deyib ki, tutaq gedirəm, bu saatı götürmə uşaq. Bu saatı götürərkən valideynin gözünə baxa-baxa götür. Əslində sərhəddi yoxdur. Baxım gör mən bunu götürərkən valideynimin gözünə yerdədir, qışqıracaq, bağıracaq, döyəcək. Valideyn döyəcək kim olarsa buraxacaq, amma döyməyəcəksə, valideyn gülürsə, demək ki, mən bunu götürə bilirəm. Yəni əslində valideynin reaksiyasını kontrol edərək götürür. Yeniyetmə də belədir. Bir şeylər edir, sərhədləri zorlaya bildiyi qədər zorlayır. Məsələn, demişiksə ki, axşam 8-də evdə ol. Bəzən 9-da evdə ola bilər, 9-a işləmir, biraz gecikdirəcək və bizi orada yoxlayacaq. Reaksiyamız necədir, nə edirik, nə olduğu zaman biz necə bir reaksiya verdiyimizə əsasən özünü kontrol edir və düzənləyir. Amma burada bizə etibar edib öyrənməsi lazımdır doğruları.
Bir diğer etdiyimiz xəta övladımızın uğurlarını qiymətləndirməmək olur. Onda bəzən uşaqlar ağlayırlar, deyirlər ki, Lətifə ya mən çox mu pis uşağam? Mənim heç mi yaxşı yönüm yoxdur? Niyə valideyn mənim hər hansı bir yaxşımı görmür də? Yəni biz hal-hazırda bəzən belə bir şeylər də yaşayıram. Məsələn, uşaq gəlir və deyir ki, anam məni anlamır, atam məni anlamır, heç bir şey uğurumu qiymətləndirmir, dəyərli hiss eləmirəm, qəbul olunmuş kimi hiss eləmirəm, onlarla nəyisə paylaşmaq da istəmirəm, onsuz da məni anlamırlar da kimi. Amma valideyn bunu desə əgər ki, tutaq ki, övladım, bu gün nə yaxşı zamanında qalxmısan, təşəkkür eləyirəm. Balam, nə yaxşı bu gün yerə özün yığmısan. Müsbətləri gördükcə, takdir etdikcə, afərin dedikcə uşağımızda həvəs daha da əslində artmış olur. Daha da bir içlərindən gəlir ki, nə isə etsinlər. Çünki o yeniyetmə dövründə onay alma, görülmə, dəyərləndirilmə, afərin ehtiyacı daha yüksək olur. Yəni 40 yaşında bir insan olaraq biz 40-50 yaşında nə isə bir şey edərkən birinci yerdə tək ki, hər kəs məndən məmnun olsun ehtiyacı olmaya bilər. Təbii ki, zaten olmalı da deyil. Amma uşağımızda bu yüksəkdir. Valideynin gözünə baxmaq və valideynin gözündəki dəyərlə özünü dəyərləndirmə var uşaqda. Yəni, məsələn, deyəm ki, bu bir brilyantdır. Kimsə bunu gümüş zənn etsə, büşteriya zənn etsə də brilliant olaraq qalır. Amma övladımızda belə bir şey var. Biz ona brilliant kimi müamilə elədiyimiz zaman özünü brilliant kimi hiss edəcək, gümüş kimi davrandığımız zaman özünü gümüş kimi hiss edəcək. Yəni bizim davranışımızla münasibətimiz də mütənasib olaraq ölçə bilir övladımız. Yəni biz nə qədər dəyər veririksə, o özünə o qədər dəyər verir. Və bu dəyərlə davam edə bilir yetişkin yaşına qədər də. Bu yaşda belə, məsələn, deyək ki, 45 yaşında bir qadın pasiyentim ağlayır, çox günahkar hiss eləyir özünü, üzgündür. Deyir ki, Lətifə xanım, atam həyatda olsaydı məni qəbul etməzdi, rədd edərdi, qovardı, sevməzdi. Hələ də o yeniyetmə kimi, hələ də uşaq kimi, hələ də atadan onay almaya ehtiyac duyur. Yəni biz bu yaşdaykən belə bəzi ailələr gəlir ki, ailələrdə bunu çox görürəm. Qadınlar buna daha çox şahid ola bilir. Deyə bilirlər ki, Lətifə xanım, yoldaşım atasını görən kimi sanki balaca ya da anasını görən kimi balaca uşağı sevilir. 5 yaşın uşağı dönür. Sanki anasını məmnun eləməyə çalışan və həyat yoldaşı yox imiş kimi ya da onun yanında məni əzmə, alçatma, təhqir etmə elə sanki, bax mən də kişiyəm, bax görsən mən arvadımdan qorxmuram, bax görsən mən arvadımı danladım, bax görsən arvadımın üstünə qışqırdım kimi, ananın gözünə girmək üçün bəzən yanlış davranışlar belə eləyə bilirlər. Bunlar da əslində yetişməmiş yetişkinlərdir. Yeniyetməli nə deməkdir? Baxın, biz dedik uşaqlıq dövrü, yeniyetməlik dövrü, yetişkinlik dövrü. Biolojik olaraq baxdığımız zaman belədir. Bir də buna psixolojik tərəfdən baxsaq, əslində yetişkin insan deyəndə sadəcə biolojik olaraq 18 yaş üzəri insan nəzərdə tutmuruq. Həm də olgunlaşmış, doğru qərarlar verən bir insan nəzərdə tuturuq. Evlilik nə deməkdir? 18 yaşını keçmiş, yetişkin bir hala gəlmiş, olgun düşünən, davranan iki insanın bir araya gəlməsidir. Əgər yetişkindən söhbət gedirsə, bu yetişkin artıq öz qərarlarını verə bilir deməkdir. Məsələn, bir hadisə anlatım sizə. Bir oğlan həyat yoldaşı ilə bərabər evdən çıxır, axşam harasa gedəcəklər. Anası deyir ki, hara gedirsiniz bu saatda? Oğlan deyir ki, ana, mən evlənmişəmmi? Bəli. Evlənmək nə göstərir? Demək ki, mənim artıq 18 yaşım olub. Demək ki, mən artıq yetişkinəm. Yetişkinəm və evlənmişəm və həyat yoldaşım varsa, bu mənim artıq yetişkin bir insan olaraq öz qərarlarımı özümün verə biləcəyimi göstərir, deyilmi? Bəli. Və mən yetişkin olaraq hal-hazırda həyat yoldaşımla sevdiyim bir aktivitəyə etməyə gedirəm. Buna iznim və haqqım var və hesab verməmə haqqım da var artıq. Yəni yetişkin və evlənmiş bir insan ana biz həmən yoldaşım dedi ki, biz sabah falan yerə gedək, səncə gedək, getməyək. Bu deyil, bu yetişməyib hələ. Bu biyolojik olaraq 18 yaşın üzərində olan, amma psixolojik olaraq olgunlaşmamış, hələ fərd olaraq öz başına qərar verəməyən, öz ayaqları üzərində duramayan, öz qərarına güvənəməyən, hələ də ata-anadan asılı olan deməkdir. Yəni biz övladlarımızı məsələn burada nədir uğurlarını qiymətləndirəcək, arxasında duracağıq, manipulyasiya eləməyəcək ki, onlar yetişkin bir hala gəldikləri zaman sağlam bir şəkildə qərar verib davam edə bilsinlər. Bir davranışı varsa onu ittiham etmədən anlamaq deyək. Ya da bu səni necə hiss etdirdi? Bəs sən başqa cür nə edə bilərdin? Məsələn, övladımız deyəlim ki, hirsləndi, qapını sındırdı. Övladım nə baş verdi?
Məsələn, ana bilirsən, mən filanı filan eləmişdim, onun nəticəsində belə oldu, mən də ona görə hirsləndim, qapısını dedim. Hirsləndin. Tamam, sən anlayıram, hirslənmirsən demək ki. Hirsi başqa səccə necə göstərə bilərdin? Daha nə etmək olar səncə hirsləndiyin anda? Düşünürük bərabər. Gəl tapaq məsələn. Birini mən deyim, birini sən de. Məsələn, sənə stres topları almışdım ya belə oynamaq üçün. O anlarda məsələn stolun üzərinə qoymuşam 5-10 dənə görəsən deyə. Onlardan birini belə sıxsan rahatlaya bilərsənmi? Hə, ana ola bilər, nə bilim. Tamam. Səncə başqa nə ola bilər? Uşağımız biraz düşünür. Məsələn, biz ana mən çiməndə çox rahatlayıram. O anda girib çimsəydim əslində sakitləşərdim. Hə, doğru. Düz deyirsən. Məsələn, çimmək də rahatlada bilər. Gəlin dəfə məsələn bunu da eləyə bilərsən. Başqa? Biz ana mən o anda evdən çıxanda gedib yürüyüş eləyəndə, məsələn, bir saat yerisəm, sakitləşirəm, geri qaydanda artıq görürəm ki, özümü daha yaxşı hiss edirəm. Ha, əla, məsələn, doğru. Yəni o anlarda sənə icazə verirəm. Kurtka dikin, çıx evdən, yəni get yarım saat yürüyüş elə gəl. Məsələn, mənim görüşdüyüm bir ailə var idi. Bəyin öfkə kontrol pozuntusu var idi. Hirsləndiyi anda həyat yoldaşını döyürdü, amma elə belə deyildi, yəni çox feci bir şəkildə döyüldü. Adama belə bir şey tapşırmışdım, yəni əsəbləşdiyin anda, anında edəcəyin tək şey kurtkağı alıb evdən çıxmaq olsun. Çıx evdən. Çıx, ən az bir saat evə gəlmə. Get yəni. Get yürüyüş elə, fırlan. Yarım saat, bir saat dostlarınla otur, daha sonra gəl. Niyə? Çünki o patlayış anında evdədirsə və öfkəlidir, saldıraraq və bəzilərində bu kontroldan çıxır. Saatlarla dayanmadan döyə bilər. Bilən pasiyentlərim olub ya da ki, qanını divara yaxan, bu artıq dəhşət bir şeydir. O anlarda ona görə də çıx, yəni sakinləşməmişdə gəlmir. Bir iki saat yeridikdən sonra bayaq dedi ki, yürüyüş e, təbii EMDR olmuş olur. Yəni beyin rahatlayır, özünə gəlir. Biraz sonra o limbik sistem sönür və frontal korteks devrəyə girir. Analiz sintez etmə qabiliyyəti, normal düşünməyə başlayır, sakinləşib evə geri dönmüş olur. Ya övladımızda da eyni şəkildə, yəni o anlarda, o anda bir də ağıl verməyəcək bayaq dedim, o anda məsləhət vermək deyil, o anda sadəcə duyğunu yaşaması, amma sağlam bir şəkildə də, yəni partladıb dağıdaraq deyil, sadəcə məsələn yanında bir su stakanı var, bunu yerə çırpıb sındıraraq deyil, amma dərin nəfəs mi alıb verəcək, saqqızımı çeynəyəcək, yürüyüş mü eləyəcək, ağlayacaqmı? Yəni duyğusunu yaşaya bilər, duyğusunu yaşamasına izin veririk. Sadəcə belə zərər vermələrini önləmiş olur. Və yanındaykən deyir ki, mən sadəcə sənin özünə və əşyalarına zərər verməni önləməyə çalışıram. Amma zərər vermədən istədiyin şəkildə duyğularını yaşaya bilərsən, deyirik ona. Burada birazcık dayanıb suallara baxmaq istəyirəm, çünki mövzu genişdir. Bilmirəm nə qədər çatdıra bilərəm. Nəsə suallarınız varsa yazın. Metan yox, metal musiqi və ha burada anlatıblar. Rock tərzi bir şeydir, bəli. Yəni çox belə cumbur-cumbur. YouTube-da yazsaz metal musiqi nədir deyə mənim bəzi pasientlərim dinlədikdən sonra anlatınca mən də girib biraz dinləmişdim nə olduğunu anlamaq üçün. Uşaqlarda belə əsəbi, aqressiv davranışlar olmaması problemdirmi? Olmaması problem deyil. Ha, o amma şöyle problem ola bilər. Uşağın yeni etmədi, amma mənim uşağım heç hirslənmir. Heç bir reaksiya vermir. Birazcık problem ola bilər. Necə? Bir diqqət edib analiz edib baxacağıq da. Yəni uşağımız sadəcə qorxaqdırsa, çəkingəndirsə, depressivdirsə, duyğularını ifadə etməyə çəkinirsə, duyğularımı ifadə etsəm atam döyər, anam döyər, məni rədd edərlər, qovarlar, anlamazlar, olmaz, ayıbdır kimi çox bastırılıbsa, bu başqa bir şey çevirir. Məsələn, o uşaq bəzən mənim elə pasientlərim var ki, valideyn deyir ki, uşağım çox sakitdir, bir şey eləmir, amma uşaq gəlir seansa mən baxıram ki, uşaq özünü kəsir, yəni uşağın özündə lezvalamadığı yer qalmır. Özəlliklə də bəzi uşaqlar özünü valideynin görmədiyi yerdən lezvalayır. Məsələn, kürək. Kürəyini lezvalayan uşaqlar var. Valideynim oranı görmür deyir. Oran daha çox lezvalayır. Ya da qollu geyinir. Valideyn yayda fark etməlidir. Mənim uşağım niyə yayda qollu geyinir? Ya uşaq çünki qolunu kəsib töküb valideyn görməsin deyə qollu geyinir. Yəni ya özünə zərər verir. Ya sosial mediada heç tavsif etməyəcəyimiz insanlarla paylaşmağa, danışmağa başlayır. Ya özünü kapatır, ya depressiv duruma girə bilir, ya da nələrə səl ata bilir. Baxmalıyıq, yəni bu nədən qaynaqlanır? Doğrudan aqressiv deyil deyəmi bunu ortaya qoymur, yoxsa əslində sadəcə çəkinir deyəmi? 0-3-0-6 yaş arası yaşanılan problemlər yeniyetməlikdə nə kimi qarşımıza çıxa bilər? Həll yolu varmı? Varsa necə həll edilə bilər? Təbii ki, bu yaşda yaşanılan problemlər yeniyetməlikdə də qarşımıza çıxacaq. Hətta daha böyümüş bir hali ilə, daha ağırlaşmış bir hali ilə ortaya çıxır, çıxmasın deyə 0-3 yaşda ən gözəli valideynin özünün psixoterapiya almasıdır. Məsələn, mənim ən çox hal-hazırda takdir etdiyim valideynlər bilirsiniz kimlərdir?
Ailə qurmayıb, ailə qurmadan öncə gəlir ki, Lətifə xanım, mən psixoterapiya almaq istəyirəm. Öz travmalarım övladıma gələcəkdə keçməsin və ailəmə təsir etməsin. Bu bax, buna bayılıram da. İkinci kateqoriya nişanlı ikən gəlirlər və deyirlər ki, Lətifə xanım, biz nişanlıyıq və doğru mu seçmişik bir-birimizi, sağlamıq mı, evlənməliyik yoxsa ayrılıq daha uyğundur. Bunu da takdir edirəm. Və yaxud da evləniblər və gəlirlər ki, Lətifə xanım, biz evlənmişik, uşaq düşünürük, amma fark edirik ki, bizim müəyyən travmalarımız, müəyyən problemlərimiz var. Öncə bunları bir həll etsək, daha sonra ata-ana olsaq, bunu da takdir edirəm. Və yaxud da uşaqları doğulub, balaca uşaqları var. Bir neçə aylıq qucaqlarında seansa gələn valideynlərim oldu ki, məsələn, keçən ən son 6 aylıq uşağı ilə gələn var idi valideyn. Deyirlər, baxın, bizim uşağımız 6 aylıqdır. Biz necə edək ki, övladımıza zərər verməyək və sağlam şəkildə böyüdək. Ata-ananın bəzi problemləri var idi, sadəcə onlar işlədi. Yəni 0-3 yaşlı uşağınıza edəcəyiniz ən gözəl şey özünüzün psixoterapiya alıb özünüzü sağlam bir valideyn hala gətirməkdir. Niyə? 6 yaşlı uşağınızı terapiyaya da göndərdiyinizi düşünün. Ə, Və psixoterapevt onun üzərində çalışır. Bu kirli hovuzu təmizləmək kimidir. O orada kirli hovuzu təmizləyir, amma sizdən o hovuza yenə ata-anadan kirli su axırsa, psixoloq o tərəfdən təmizləməyə çalışdığı qədər siz də bu tərəfdən zərər verməyə davam edəndə iş yaxşı getmir. Məsələn, mənim bir uşaq pasiyentim var idi. Ana övladının gözünə belə baxa bilmir. Çünki övladının gözünə baxanda elə bilir ki, qaynanan görür. Qaynanasının zəhləm gedir, zəhləsi gedir daha doğrusu. Və deyir ki, Lətifə xanım, mən qaynanamla zəhləm gedir və mən uşağımın gözünə baxanda onun gözünü görürəm, baxa bilmirəm, qəbul eləyə bilmirdi övladını, ancaq danlayırdı, qınayırdı. Bu uşaqda təbii ki, ağır bəzi psixoloji problemlər var idi, seansa gətirmişdi. Amma müəyyən qədər məsafə qət etsək də açığı mən o uşaqda tam nəticə ala bilmədim. Niyə nəticə ala bilmədim? Çünki o valideyn nevrotik idi, çünki valideyn övladını sevə bilmirdi, qəbul eləyə bilmirdi. Ananın sevib qəbul eləyəmədiyi, qucaqlayamadığı, sevgi verəmədiyi bir uşaqla nə qədər işləsək də ürəyimiz istəyən nəticəni əldə edə bilməyə bilirik. Ən birinci yerdə ona görə mənim üçün biraz mənim valideynlərə yönəlməyimdə də əsas səbəb bu oldu. Çünki uşaqla yarım qala bilər. Və yaxud da məsələn uşaqla işləyən elə psixoloq rəfiqələrim var ki, sağ olsunlar, valideynlər yönləndirirlər ki, yəni o uşaqla işləyir, həll edir, amma valideyndə də məsələ həll olmalıdır ki, övladdan biz istədiyimiz nəticəni əldə edək. Biz yeni texnologiyadan danışmırıq, yəni yeniyetmə cəmiyyətdə yeni kəşf deyil. Boyu yeniyetmə. Sənə sual yerinə gəlir misin ki? Sənə çıxar, nəsimətini gəlib çıxarıb, psixoloq sadəcə bu sahənin elmin öyrənməsidir. Bundan çatmanlardan mən səni başa düşürəm demək. Bu bir fikirdir, sadəcə sual deyildi. Bütün fikirlərə hörmət edirəm. Hər kəsin özünə məxsus fikirləri ola bilər təbii ki. Bəs ata özünü işə verib heç cür uşaqla haşır neşir olmursa, ana buraxmalıdır uşağı. Xeyr, təbii ki, yəni ana buraxsa daha dəhşət olar. Amma ata heç məşğul olmursa uşaqda anadan alacağı uşağın vicdandır, şəfqət duyğusudur daha çox. Atadan alacağı özgüvən və sosiallıqdır. Bir uşağın atası nə qədər onu sevir və yanındadır və dəstəkləyir, anlayırsa, bu uşağın o qədər özgüvəni inkişaf edir və sosiallığı inkişaf edir. Kişi kimi məsələn, diqqət edin, bir uşaq deyər uşağa deməz ki, mənim anam sənin ananı döyər, mənim atam sənin atanı döyər deyər, mənim atamın tapancası var deyər, mənim atam maşını sənin atamın maşını hündürdür deyər. Yəni bu arxasında atanı dağ kimi hiss etmək uşaqlarımıza bir özgüvən verir, rahatlıq verir. Atanın farkındalığını artırmaq, övladı ilə münasibətini toparlamaq, yəni yoxsa ki, ana da buraxsa bu uşaq o zaman kim sahib çıxacaq? Elə düşünək. Təlimin rekordu olacaq, bəli, qrupada göndəriləcək, bəli. Çox sağ olun, faydalı oldu. Buna təşəkkür edirəm. Azərbaycanda ortalama kişi və qadın neçə yaşda olğunlaşır? Nəzərə alsaq ki, çoxunda bu gec baş verir. Bəli, gec baş verir. Bu ortamdan asılıdır, ailədən asılıdır, dəyərlərdən. Önəmli olan şey budur. Mən hal-hazırda özümü ailə qurmağa hazır hiss edirəm. Ailə qururam, ona görə ki, desəm nə deyərəm? Səbəblər. Mən artıq əsgərliyim bitdi, ya da ki, məsələn, mən universiteti bitirmişəm, ona görə budur, ya da atam anam istəyir ona görə, ya da mən böyük qardaşam, mən evlənməliyim ki, kiçik qardaşlar evlənsin. Bu şəkil deyil. Yəni mən ailə qururam çünki mən artıq bir ailə istəyirəm. Mən həyat yoldaşım olsun istəyirəm. Mən ata olmağa hazıram. Mən bir evliliyin məsuliyyətini anlayıram və bunu çiynimə götürməyə hazıram. Kimi? Yenə Instagramdan gələn bir sual baxıram. Əgər doğması çox sevdiyi insan səni əsəbləşdirir və bəzən qıcıq edən hərəkətlər edirsə, nə etmək lazımdır? Qarşı. Qıcıq edən insanları zövq verməyəcək. Yəni, məsələn, bir insan bizi niyə qıcıq edər?
Zövq aldığı üçün. Amma zövq almazsa qıcıq edəməz. Yəni neytral olarıqsa, umursamarıqsa, reaksiya verməriksə, o qədər də e, qıcıq etməkdən vaz keçə bilirlər. Oğlumun 12 yaşı var, ona yalnız telefonla döyüş oyunları oynamaq maraqlı gəlir. Nə idman, nə kitab oxuma, nə həyata düşüb öz yaşıtları ilə oynamağa həvəsi yoxdur. Ona necə maraq yarada bilərik? Danışırıq, sərhəd qoyuruq, balans. Yəni övladım, sən anlayıram. Bu oyunları xoşlayırsan, istəyin də var, tamam. Amma bunun yanında bilirsən ki, bu zərərdir. Bunu etmənə izin verə bilərəm, amma başqa şəkildə. Məsələn, bayaq bir təklif gəlmişdi ya, yazıb. Belə bir şey deyim sizə, baxın. Bəzən valideyn deyir ki, Lətfəxan, mən düşünürəm ki, o oğlumun telefonunu əlindən alım. Tamamilə alan valideynlər var. Zənn etməyin ki, bu çıxış yoludur. Elə olsa ən kolay şeydir. Da bu, yəni mənim də oğlumun telefonu var, həmən telefonunu əlinə alaram. Deyil, inanın mənə. Bir ən son mənim bir pasiyentim ata-anası telefonunu əlindən almışdı. Onun həyatında bir sevgili var və sevgili ilə danışır deyə. Amma nə oldu mən sizə deyim. Valideyn telefonu aldı, valideyn nömrəni aldı, hər bir şey aldı. Bu uşaq tamamilə başqa bir elektron vasitə tapdı və orada bir Instagram açdı və o Instagramla həmin o sevgilisi ilə təkrar danışmağa, görüşməyə başladı və daha bir çox şeylər. Yəni biz valideyn olaraq övladımıza telefonu yasaklasaq, o demək deyil ki, opsiya mən əlindən gələni elədim, hər şey həll oldu. Deyil. Fərqli metodlar tapırlar. Gizli telefonlarımı deyim sizə, iPadlərimi deyim, dostunun telefonundan, Instagramından deyim, ya da siz bununla nə oxşadın? Sanki siz deyirsiniz ki, Lətifə xanım, mənim oğlum çomaqla yeriyir, mən çomaqla yerimək istəmirəm, çomağı qırıb sındırıb atacağam. Okey, qırın sındırın atın. Deyək ki, atdınız. Əgər ki, övladımız çomaqla yerirsə, biz öncə bu sual verməliyik. Nədən mənim övladım çomağa ehtiyac duyur? Çomaq hansı vəzifəni yerinə yetirir? Əgər mənim oğlum ayağına güvənmirsə, mənim çomaqla uğraşmam deyil, oğlumun ayağını gücləndirməm lazımdır. Gücləndirsəm, zaten o çomağı buraxacaq. Yəni ona görə terapiyada biz çomaqdan başlamırıq, ayaqdan başlayırıq. Yəni bu ayaq nəyə güclü deyil, nəyə ehtiyac duyur deyə. O ehtiyac ödənməsə, çomağı atsaz yerinə daha betər başqa bir şey qoyacaq. Yəni bəzən valideyn gətirir və deyir ki, Lətifə xanım siqaret çəkir, buna görə götürmüşəm, tez o bu siqareti həll edin. Okey, tamam. Amma orada məsələn uşağa qadağa qoysaq ki, siqaret çəkməyəcəksən, siqareti də vermirik, həyatından da çıxarırıq, davadalaş ancaq siqaretlə gedərsə və əslində övladımın nəyə ehtiyacı var idi, hansı boşluğu siqaretlə doldururdu sualını verməriksə, o boşluq davam edərsə, siqaretə yasaq qoyarıq, yerinə narkotik gələr, yerinə porno asılılığı gələr, oyun asılılığı gələr, masturbasiya asılılığı gələr. Yəni indi hal-hazırda asılılıqlarla çox qarşı-qarşıya gəlirik və cürbəcür asılılıqlarla və valideyn düşünməlidir ki, artıq bizim yanımıza gələn yeniyetmələr hal-hazırda porno asılılığı ilə gələ bilirlər çox rahat bir şəkildə, masturbasiya asılılığı ilə gələ bilirlər. Artıq yeniyetmələr cinsəl infeksiyalara yoluxub gələ bilirlər. Yəni bu faizlər artıq 50 il əvvəlki ya da 100 il əvvəlki kimi deyil, ya da cinsəllik yaşayıb hələ bakirəliyin nə demək olduğunu bilmədən belə yaşayıb daha sonra gələ bilirlər. Bəzi yeniyetmə pasiyentlərim olur ki, mən heyrətlə baxıram ki, necə olub ki, hətta şans əsəri ki, hamilə qalmayıb və yaxud da cinsəl hər hansı ağır infeksiyaları yoluxmayıb deyə. Yəni bizim nəsə bir şey əngəlləməmiz ya da gözümüzü yummağımız o həqiqəti yox etmir. Mən gözümü yumsam, işıq yoxa çıxmadı, işıq davam edir. Mən görmürəm. Yəni mən hansısa həqiqəti gözümü yumma yerinə övladımla oturub danışanda ki, övladım nə baş verir? Ya da döydüz deyəlim ki, nə olacaq? Yəni bəzən deyirlər ki, ən keçmiş metodlar daha yaxşı idi. Şillən qoyardın, susardı, ağlayardı, oturardı yerinə, ağlı başına gələrdi kimi. Tamam, deyəlim ki, döydü yenilmə, nə olacaq? Siz deyin. Bir pasiyentim var idi mənim. Hmm, Gəlindir və hər problemdə ağlayır. Dedim ki, məsələn, neçə illik evlidir? 11 illik təxminən. 11 illik evlisən və hər problemdə yoldaşına ağlayırsan. Peki bu 11 ildə ağlamaların nəticəsində necə bir şey əldə etdin? Yəni bir effekt olduğunu bir baxaq da, yəni yöntəmin ağlamaqdır və nə əldə elədik? Baxırıq, heç bir şey əldə etməyib, heç bir şey də dəyişməyib. O zaman yöntəmi dəyişməliyik də. Yəni sənin ağlaman nəticəsində əgər sənin həyat yoldaşın davranışını dəyişdirmirsə, və sən hər dəfə eyni metodla yol alırsansa, bu metodda bir effekt yoxdur da. Deyəlim ki, övladınızı döydünüz. Ə, Sizcə siqareti mi buraxır bu siqaretdirsə ya da sosial deyil? Ya gizlin bir şəkildə edir, ya daha betər başqa bir şey yönəlir, ya sizə bütün qapıları bağlayır və sabah bir gün Allah qorusun o övladımızı biri taciz edərsə, biri bir şey təklif edərsə, əsla və qat'a gəlib bunu bizlə paylaşmır. Çünki
Deyir ki, valideyn məni qəbul eləməyəcək. Özünü kəssə də, doğrasa da, oğurluq eləsə də, yəni elə yeniyetmə tanıyıram ki, valideyni siqaretə izin vermir. Siqaret çəkə bilmək üçün, ala bilmək üçün düşünür ki, mən necə pul əldə edə bilərəm? Çarə tapır öz-özünə. Onlayn qumar. Onlayn qumar oynayır ki, oradan pul qazanacaq və siqaret alacaq. Təbii ki, orada pul batırır, daha da zərərə düşür və daha sonra şöyle deyir. Lütfə xanım, mən neyniyim? İndi həm qumar borcum var, həm də bunu necə çözə bilərəm? Neynəsin sizcə? Yenə təbii ki, baş vuracağı güvənilir insan valideyn olmalı. Yenə valideynə getdi və valideynə belə danışması lazımdır. Valideynim, mən bir səhv etdim, xəta etdim, amma güvənəcəyim yer sənsən. Necə ki, bir insan İslamda Allah inanırsa, yəni günah da işləsə, xəta da eləsə, Allaha yönəlib deyir ya ki, Allahım xəta elədim, amma Rəbbim də sənsən, məni bağışlayacaq olanda yenə ancaq sənsən də, yəni başqa bir yolum, yerim yoxdur kimi. Eyni şəkildə bir övlad da əslində valideynə gəlib deməlidir ki, ay valideyn, bilirəm, sənin gözündən düşmək də istəməzdim, xəyal qırıqlığı da yaşatmaq istəməzdim, bunu da etmək istəməzdim, amma batmışam bir qumara, siqaret üçün elədim, çünki sən izin vermirdin. Olar məni bu şeydən çıxarasan, ay ana, ay ata, yəni bu qədər borcum var, nə olar, bunu kapat, mən daha da betər bir duruma düşməyim. Məsələn, belə də olub. E, Mesela bu yeniyetmə anlatdı valideyninə. Valideyni əvvəl qumar borcunu kapatdı. Daha sonra siqaret üçün onu yönləndirdi terapiya almağa və sonra o övladı siqareti də doğrudan da buraxmışdı. Yəni valideyn dəstək olarsa, yanında olarsa o uşaq daha yaxşı yol alır, daha sağlam yol alır. Nəinki valideynin qınadığı oğulların bir-birini vurur, əsəbləşən kimi oyuncaq əvəzinə oynadığı oyunlarda bir-biri ilə döyüşmək oyunu edir. Necə dedim? Hə. Valideynlər bunu görə bilirlər. Uşaqlarımız bir-biri ilə danışa bilirlər. Biz orada nə etməliyik? Tərəf tutmaq olmaz, danlamaq olmaz, məsləhət vermək. Sadəcə fiziksel olaraq ortaya giririk, ayırırıq, şey kimi sadəcə bir-birimizə zərər vermədən oynayırıq, yaxşı. Amma müəyyən şeyə izin veririk. Məsələn, pişik balaları, mən pişik çox sevirəm. Pişik balaları bir-biri ilə oynayırlar və bir-birini dişləyə bilirlər. Bu dişləmə sevgidən olan dişləmədir və acıtacaq bir dişləmə deyil. Əgər pişik balaları bir neçə bala ilə bir yerdə böyüyübsə, bu dişləmənin ayarını çox gözəl öyrənir. Amma siz bir pişik balasını çox bala ikən özünüz götürüb saxladısa, digər balalarla olmadısa, sizi daha möhkəm dişləyə bilər. Bunun səbəbinin biri də odur ki, hələ o necə deyim, düzənləməni öyrənmədi. Çünki o dişləyəcəkdi, onu dişləyəcəkdilər. Möhkəm olanı biləcəkdi ki, bu möhkəmdir. Artıq yumşaq və sevgi dişləyişini doğru düzənləyəcəkdi, amma düzənləyə bilmir. Belə düşünün. Oğlanlarınız bir-biri ilə dalaşarkən gələcəkdəki iş arkadaşları ilə dalaşmaq olsun, iş ortamında dalaşmaq olsun və s. Düzənləməni öyrənirlər, narahat olmayın. Ha, amma görsəz ki, biri o birinin gözünü deşməli deyil təbii ki, və yaxud da biri o birinin başına bir daş vurmalı deyil. Bu cür fiziksel zərər yetirə biləcək, xələl verə biləcək şeylərdə biz dayandırırıq, olmaz deyirik, amma bu qədər doza deyilsə buraxırıq ki, öz üzərinə işin içindən çıxsınlar. Çünki valideyn orada tərəf saxlayan birisi olmalı deyil. 8 yaş uşaqlarla çalışırsınızmı? Bəli, 6 yaşdan etibarən uşaqlarla çalışıram. Salam, mənim qızımın 12 yaşı, onun 11 yaşı var. Deyirlər ki, biz böyüyəndə evlənməyəcəyik. Səbəbi nə ola bilər? Uşağımız böyüyəndə evlənmək istəmirsə bir çox səbəb ola bilər. Bir neçə nümunə verim məsələn. Bir, mənim anam sevilmir. Və mən sevilməməyə qabil eləyə bilmərəm, ona görə mən böyüyəndə evlənməyəcəm. Mən ata-anamdan ayrı qalmaq istəmirəm, ona görə böyüyəndə evlənməyəcəm. Mənim atam döyür, söyür, içki içir, kişilərdən zəhləm gedir, ona görə mən evlənmək istəmirəm. Mənim anam, biz kasıbıq deyə, bir pasiyentim olmuşdu, biz kasıbıq deyə təmizliyə getmək məcburiyyətində qaldı ki, məni saxlasın, mən təmizliyə getmək istəmərəm heç vaxt uşağıma görə, ona görə mən evlənməyəcəm ki, mənim uşağım olmasın ki, mən də dolayısıyla evlərə təmizliyə getmək məcburiyyətində qalmam. Mənim atam anamı söydü, döydü, daha sonra da onlar yatağa girdilər. Mən cinsəllikdən nifrət edirəm. Artıq nə cinsəllik yaşamaq, nə də evlənmək istəmirəm. Bu cür pasiyentim də olub. Və sair və sair çox artıra bilərik. Bu tamamilə individualdır. Bu aslında uşağınızın nə gördüyündən, nə yaşadığından, nəyə şahid olduğundan və nədən iyrənib, diksinib evliliyi neqativ gördüyündən. Hər bir şey ola bilər işin ucunda. Yəni burada ata-ana faktoru ilə yanaşı nənə-baba faktoru da rol oynayır təbii. 12 yaşında oğlum var, çox PUBG oynayır. Şey qoyacaq ya, yavaş-yavaş balans qoymanız lazımdır. Yəni çünki limiti aşa bildikləri qədər aşırlar və bəzən onlarda reallıqla sanal aləm bir-birinə qarışır. Məsələn, keçən bir arkadaş anlatmışdı ki,
Oğlu, yeniyetmə oğlanlar maşında da harasa gedirlər. Oğlu deyir ki, indi PUBG oynayırsa deyə bir şey. Mən də bir də bomba atardım, buranın hamısını partladardım, bütün maşınlar kənara çəkilərdi və biz çox rahat gedərdik. Yəni o qədər uşaq oyun oynayır ki və oyunda bir də belə bir şey var. Ruhumuz gözümüzlə baxır. Ruhumuz üçün sanal aləm ya da ki, mən gözümü yumdum, canlandırma etdim ya da real həyatda bir şey yaşadım, fərqi yoxdur. Uşağımız nə qədər bu oyunları bu şəkildə oynayır və beyninə belə yerləşir. Fiziksel şiddət onun üçün artıq çox bəsit, adi bir şey haline gəlir. Yəni oyunda 100 dəfə kimlərsə öldürən bir uşaq real həyatda da rahat öldürə bilər, amma real həyatda öldürdüyün zaman türməyə düşüb 13 il orada yata bilirsən, yəni. Həqiqət çox fərqlidir əslində, amma anlayamaya bilir oradan. Siz psixoloqlar heç əsəbləşmirsiniz, uşaqlarınız sizi sinir etmir, necə dayanırsınız? İnsanım, təbii ki, əsəbləşirəm. Niyə əsəbləşmirəm? Bir dənə yeniyetmə oğlum var. Hər səhər məsələn başını çimmədən getmək istəməyə bilər hər gün. Qəbul eləməyən şey var. Bir çox qəşəng bir hocamın sözü vardı, çox xoşuma gəlmişdi. Deyirdi ki, məğlub olacağın savaşa girmə. Oğlumla səhər savaşa girsəm, desəm ki, çinməyəcəksən. O da dedi ki, onda mən də bunu getmirəm. Çıxmıram evdən. Mən yalvarışam çıxmıram. Çünki bir fərddir və istədiyim şey ortaya qoyur. Evdən çıxmasa hazıra getməyəcək. Dolayısıyla mən sinema hazıra getməyini istəmirəm. Bu savaşda mən uduzaram. Uzacağım savaşa girməm. Ta okey yəni. Sadəcə bunu eləmə. Məhəmmət çiməcəksən, o zaman öncəsindən dur, çim balam, vaxtında çim. Ən azından evdə bir yarım saat bir başına quru halda qalsın, daha sonra evdən çıxım. Yəni edə biləcəyim, savaşda qazana biləcəyim yerlərə girirəm, qazanmayacağım yerə girməm. Çox əsəbləşərəmsə, işte su içərəm, nə bilim işte yoldaşla biraz danışıb sakitləşərəm, arkadaşlarımla görüşərəm, başqa bir şey kimi. Amma orada ə, anlamı olmayacaq tepkilər vermənin yeri olmur. Bəzən belə yoldaşa işarətlə eləm ki, yəni ki, mən buramdayam, sən devral. Ə, yəni işarətlə o devralır. O şeyə girəndə mən devralıram kimi. Bunu yaşayacaqsınız yəni. Hansımız qaynadırıqsa, digər valideynimiz devralacaq. Yəni mən ana olaraq məsələn o anda artıq mənim ya da şey verirəm oğluma. Məsələn deyirəm ki, hər hansı bir şeyə gələr ki, deyirəm ki, Əhməd, hal-hazırda mən yorğunam ya da başım ağrıyır bu dəqiqə bu məsələni müzakirə edə biləcək bir halda deyiləm. Olar bunu sabah müzakirə eləyək. Balam, olar bunu sabah danışaq kimi. Sabaha keçirirəm, o anda beynim artıq onu algılayamayacaqsa. Bəzən işdən gəlmiş ola bilər, yorğun ola bilər. Məsələn deyirəm ki, Əhməd, indi mən çox yorğunam və bir saat yatmağa ehtiyac duyuram. Olar otağa girməyəsən və mən bir saat yatım. İzin alıb məsələn bir saat yatdığım olur. İnsanlıq ya, yəni ixtisasımız nə olursa olsun. Mənim qızımla mən səndən heç vaxt ayrılmaram, evlənmərəm deyir. Bu sorunmu? Balacaykən deyil. Çünki sizi çox sevirlər və sizdən ayrılmaq istəmirlər. Telefon həftədə bir neçə gün vermək normaldır yəni. Hər ailənin bir də öz normu var. Hər uşağın da təbii ki. Yəni bu sizin öz ailənizə, öz valideyn olaraq əgər biz hər şey bizdə qaydasındadırsa, əlimizi vicdanımıza qoysaq, öz sezgimizlə hiss eləyə bilirik əslində doğru olub olmadığını. Son bir mesaj daha var, buna da baxım. Sualım qaldı yuxarıda. Hər halda gözümdən qaçıb yazın indi oxuyacağam. Sizin sualınız qalıb yuxarıda. Davam edirəm. Instagramdakı bəzi sualları qaçırtmış ola bilərəm, çünki ikisini eyni anda baxa bilmirəm. Bəzilərinə baxdım, bəzilərini qaçırtmışam. Haqqınızı halal eləyin. 8 yaşlı uşaqlar çalışırsınızmı? Bəli, çalışıram əlbəttə ki. 6 yaşdan etibarən uşaqlar. Sadəcə atipik uşaqlarla çalışmıram. Yəni autizm spektr pozuntusu olan və s. Özünü idarə etmə. Qəzəb, həyəcan, əsəb, əslində saata da baxıram 21-22-dir. Mən bir neçə dəqiqə sonlandırmaya düşürəm. Sosial bacarıqları özünü qəbul eləmə. Əsas çalışaq ki, övladımız özünü qəbul eləməsin. Qəbul eləməsə, məsələn, bayaq dedim özünü kəsən. Deyək ki, cinsəl yönəlimi yeni etmədi, fərqli yerə getdi, amma özünü də qəbul eləmir ki, niyə mən oğlanam, amma oğlanlardan xoşum gəlir, özünü kəsir. Özünə zəhləsi gedər, özünü vura bilər, özünü incidə bilər övladımız. Ya da sırf bu baş edəmədiyi şeylərdən bəzən valideyn gətirir uşağı, daha çox biz nəyə qarşılaşırıq? Sosial mediasılığı. Amma əslində uşağımız niyə sosial mediaya çox yönəlir? Özünü rahatlatmaq üçün, yəni real həyatda baş edəmədiyi duyğularla baş edə bilmək üçün sosial mediaya yönə. Onun üçün biz də qaçış deyirik də buna. Yəni necə ki bir kişi işlərinə gedib içirsə, bu arada bu suda əslində içim ki beynim keyilsin ki acını hiss etməyim. Reallıqdan qaçmaq üçün. Yeniyetmə də reallıqdan sosial media ilə qaçır. Oyunla, PUBG ilə. Bunlar hamısı qadınlar da təbii ki, yəni bir teleseriala baxan bir qadın o anda təbii ki problemlərini unutmuş olur və problemlərindən qaçmış olur. Yəni ona görə mənim uşağım niyə bu qədər PUBG-yə yönəlir də, həm də şuna baxmalı. Uşağım nədən qaçır? Suallardan, baxdım bir sual yoxdur hal-hazırda.
Risk. Ee, En çox risk alan yeniyetmə yaş qrupudur. Ən çox riskə gedən, ən böyük riskləri edən, həyatını üzərinə qumar oynayan insanlar yeniyetmələr olurlar zaten. Birdən ölərəm, birdən pis bir şey olarlar. Onların gözündə onlar ölməzdilər kimi neredeyse. Sanki onların başına heç bir şey gəlməz ya da onlara heç bir şey olmaz. Ya da biz onlara deyə bilir ki, bax indi çəkəcəyin siqaretin falan filan zərərləri ola bilər ya da narkotikin ya da ya da bizim uşağımız yeniyetmədir. Ən çox nə ilə də qarşılaşa bilərik? Gecə yatmaq, səhər gec durmaq istəyirlər təbii ki. İndi fərqində deyirlər, amma biz bilirik ki, yuxu beyin üçün nə qədər əhəmiyyətlidir. Hal-hazırda bunu o gənc olduğu üçün hiss etməsə belə onun ömründən, həyatından gedir və bunun təbii ki, zərərlərini altını çəkəcək. Mənim bir yeniyetmə pasiyentim 16 yaşı var idi, abituriyent idi. Mən onunla seanslarda işləyirdim. Həyəcan, təşviş, narahatlıq və hər şeydə artıq nəredeysə qaydasındaydı. Bir həftə keçdi, bir həftədə bir seans eləyirik. Digər həftə görüşdüyüm zaman baxdım ki, hər şey bir-birinə qarışıb. Qız deyir ki, Lətifə xanım, hərflər artıq gözümdə oynayır, hər şeyi tərs görürəm, beynim işləmir. Mənə çox qəribə gəldi və dedim ki, bu həftədə neynədin sən? Neynəmsən? Çünki hər şey qaydasındaydı. Tam hazır idi artıq imtahana. Dedi ki, Lətifə xanım, imtahana çox az qalıb deyə mən hər gün saat 5-ə qədər oturub dərs oxudum. Çox nahaq yerə dedim. Yəni biz sirkadian ritmi pozmalı deyilik. Allah bizi necə yaradıb? Axşam saat 9-da melatonin hormonu ifraz olunur, yəni yuxu hormonu. Axşam 23:00-da pik həddə çatır. 23:00 bizim ən ideal yuxu saatımızdır. 5 saat pikdə olur, yəni 3-ə qədər. 23:00 yatırıq. 00:01, 2, 3, 5 saat minimum biz yuxuda olmalıyıq. 4-dən etibarən, 4-5-dən kortizol və adrenalin hormonları ifraz olmaya başlayır. Yəni artıq bədən oyanmaya keçir, oyanır və gündüzün nasıl sən axşam 11 və 5-ə qədər olan saatı oyaq keçirdikdən sonra beyninin içinə etdin, yəni oxuduğun şeylər uzun müddətli yaddaşa keçməsi üçün yuxuda olur bunlar. Yəni bu gün mən oxudum ki, məsələn, burada bir şey oxumuş olum, hər hansı bir şey olsun bu. Mesela bu stakanın rəngi bu rəngdir deyə oxudum. Tamam. Mən bu gecə yatmalıyam və beynim bu stakanın rəngini uzun müddətli yaddaşa verib saxlamalıdır ki, imtahanda mənə stakanın rənginə dair bir sual verərlərsə, mən bunu cavablandıra bilim. Amma mən gecə 11-5 arasında yuxuda olmadımsa, bu stakanın rəngi zaten uzun müddətli yaddaşa keçmədi və sabah uçdu getdi bu oxuduğum. Yeniyetmələri bəzən bunları izah edirik. Abituriyentlərimdə olub ki, bir neçə dəfə yuxusunu qaydasına salacaq. Bilirsəm də nevroloq olduğum üçün işte yuxu tənzimləyici dərman yazdığım və yuxunu qaydasına saldığım pasientlərim də olur ki, istədiyimiz nəticəni əldə edə bilər. Çünki beyin sağlamlığı üçün yuxu çox önəmlidir. 9-cu sinifdə oxuyan şagirdlərimdən sinifdə bir neçə dəfə söyüş və argo kəlmələr eşidirəm. Nəsihətin faydasının olmayacağını düşünürəm. Nə edə bilərəm müəllim kimi? Bəzən uşaqlar bu yaşda bəli elə bilirlər ki, onlar artıq yetişkindirlər. Bax gör mən nələr bilirəm. Bəziləri heç inanın ki, onların mənasını bilmir. Mənasını bilənlər də eşitdiyi, gördüyü bir şeyləri ortaya qoyaraq mən həmişə belə deyirəm, oğluma belə deyərdim, yəni ki, oğlum güclü olmaq istəyə bilərsən, insanları yenmək də istəyə bilərsən, bu təbiidir. Amma ən güclü və ən ağıllı insan qarşısındakını ağlı ilə yenən bir insandır. Çalış qarşındakına ağlınla elə bir cavab ver ki, orada mat olsun. Yəni sən mat elə də o insanı şahmatdakı kimi, amma ağlınla deyəcəyin sözlər. Elə bir söz denən ki, söyüş istifadə etmədən o söz o insanın 7 qatından keçsin də, yəni bizdə belə bir söz var deyirlər ya. Söyüş söymək o insanın əslində çarəsizliyini, acizliyini və gücsüzlüyünü və də ağılsızlığını göstərir. Niyə? Çünki ağlı o qədər yetərli deyil ki, onun cavabını versin ki, söyüşə əl atmaq məcburiyyətində qalır. Çox ağıllı olsaydı, çünki ağlı ilə döyərdi. Ağlı ilə döyəməyən insan yumruğu ilə və söyüşü ilə döyməyəcəkdir. Və bizdə Azərbaycanda bir həqiqətlərdən biri də qadınların daha çox döyüldüyüdür. Niyə? Qadınlar yaradılış olaraq kişilərdən 3 qat daha çox kəlmə bazasına sahib olan, 9 qat daha çox gözəl cümlələr və mənalı cümlələr qura bilən, düşünən varlıqlar olduqları üçün, şimdi kişilər düşünməyən varlıqlar anlamına gəlməsin. Yəni ki, kəlmə bazası çox olduğu və çox düşündüyü və kəlmə ilə savaş verən bir varlıq olduğu üçün bir qadın ərinə elə bir söz deyə bilər ki, heç söyüş deməsin, sadəcə cümlənin içindəki məna ilə. Məsələn, deyək ki, qadın belə bir söz demiş olsun, bir dənə söz uydurum.
Hələ ki mamamın balasısan da, yetişməmisən yəni. Mamamın gözünə baxırsan, qorxundan onu görən kimi başlayırsan üstümə qışqırmağa demiş olsun məsələn. Baxın söyüş söymədi bu qadın, amma ərinə yerlə bir elədi də yəni. Bu bəyin də ona yetəcək qədər o anda ağlına bir cavab gəlmirsə, amma partlayır da hirslənə bax, yəni bunun uşağı nə edəcək? Ya söyəcək, nəslin kökünü və sairəni də söyə bilər, ya da vuracaq. Bu şu deməkdir. O qədər aciz və çarəsizəm ki, o qədər o anda ağlımı işlədə bilmədim ki, sənin qarşı ki, sənin sözlə, ağlımla sənin cavabını verim, əlimə gücüm çatdı anlamına gəlir bu əslində. Bəzən uşaqlara bunu izah etmək belə, yəni heç bir uşaq geri zəkalı kimi görünmək istəməz və o əslində anlasa ki, söyüş həm də bu anlamlara gəlir. Bununla bəlkə bas keçərlər deyə düşünürəm. Burada artıq saat yarım olduğu üçün mən dayandırıram. Düzdür, hələ danışacaqlarım var idi, amma sualların hamısını cavablandırmışam bu ana qədər yazılanların və saatı çox aşmayım. Gec olur, gecəniz xeyrə qalsın deyirəm. İnşallah yenə görüşərik. Təşəkkür edəyəndən mən də təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Yenə bir neçə mövzuda inşallah bir araya gələrik, danışarıq. Sağ olun, çox sağ olun. Siz də sağ olun. Gecəniz xeyrə qalsın.